Dərsimiz, bugünkü dərsimiz ümumiyyətlə sosial medianın birinci dərsdəki kimi nəzəri qismləri olacaq. Ümumiyyətlə, birinci olaraq mütləq şəkildə biz insanlar nəyə baxır, nəyə görə bizim sosial mediamıza diqqət göstərirlər. Bunun kimi unsurları danışacağıq. Yəni bir növ psixologiyanın infrastrukturunu danışacağıq marketinqdə. Bu marketinqin belə deyim master, yəni magistratura dərsləridir, nəzərinizdə olsun. Bunları bir araya gətirmişəm ki, siz ümumiyyətlə marketinqin nə olduğunu və prinsiplərini başa düşəsiniz. Öncələ bir dənə aktivlik istəyirəm ki, bu dərsdə biraz aktiv olmağınızı istəyirəm. Çünki suallarım olacaq. Hamı tək-tək həmin o suallara cavab verməlidir. Birinci olaraq keçirik psixologiyaya. Marketinqin bir psixologiyası var dostlar. Ümumiyyətlə sosial marketinq belə deyim, texnologiya əslində deyil, bir psixologiya üzərindən qurulub. İnsanlar bura əylənməyə, öyrənməyə və yaxud vaxt öldürməyə girirlər. Bunu yəni bilirsiniz böyük ehtimal. Daha çox siz sosial mediaya nə üçün girirsiniz? Sual verirəm, hamı tək-tək cavab versin, zəhmət olmasın. Bir şey almağa girən var, yəni sosial mediada bu ilə bağlı ki, mən girim bir də ayaqqabı al. Aha, daha çox vaxt öldürürsün. Aha, bunlar bir vaxt öldürmək qisminə keçir, dostlar, bir növ. Əylənmək, öyrənmək prinsiplərimiz mövcuddur. Yəni belə bir algı yoxdur ki, mən spesifik olaraq Instagrama girim və yaxud nəsə alım. Daha çox bizim qabağımıza çıxır və bizim qabağımıza çıxdıqca biz artıq onda tələb başlayır bizdə. Ona görə niyə psixologiyanı bilməliyik? Çünki biz insan olaraq bir şeylərə baxdığımız zaman araya istəklərimiz və bizə lazım olan hər hansısa bir şey gördüyümüzdə onu biz istər-istəməz tələb edir bədənimiz, psixoloji olaraq beynimiz. Örnək olaraq hər hansı bir ayaqqabını bəyənə bilirik, aksesuarı bəyənə bilirik. Bunlar əslində normalda Instagramda hər hansısa bir videonu izlədiyimiz zaman qabağımıza çıxır və o bizi barmağımızı bir növ dayandırır. Ümumiyyətlə hər iki belə bir prinsip deyək, iki növə bölürük biz bunların hamısını. Birinci növümüz bizim dopamin tələsidir. Biz insanlara əyləndirərək, onlara bir emosional bağ verərək, biz onlara dopamin tələsi qururuq və o dopamin tələsində insanlar barmaqlarını həmin o belə deyim reelslarda, postlarda saxlamağı bacarırıq. Bu sosial medianın və qrafik dizaynerlərin işidir. Təbii ki, videoqrafların da işidir. Yəni bir sosial media mütəxəssisin bu üç prinsipi bilməlidir. Yəni biz videolarımızda nəyə görə barmağımızı saxlayırıq? Biz bunu süni intellektdən inteqrasiyasını mütləq şəkildə öyrənəcəyik. Təlim müddətimizdə biz ChatGPT-nin üzərindən keçəcəyik. ChatGPT, Grok və Gemini. Bu 3 saat üzərindən biz burada öyrənəcəyik. Nəyə görə hansı prinsipləri artıq növbəti dərsimizdə biz prompt yazmaq öyrənəcəyik. Yəni hansı süni intellekti nə vaxt və harda işlətməliyik. Bu üç süni intellekt mütləq bizim həyatımıza girməlidir sosial media marketinqdə. Gəldim bu hissəyə. Dopamin tələsi. İnsanlara dopamin tələsi veririk və barmaqlarını saxlayır. FOMO qorxu. Bu nə ola bilər? Məsələn, örnek edirəm, Temuya girmisiniz, düzdür, Temudan bir şeylər almısınız və Azərbaycanın bir çox insan Temudan bazarlıq eləyib. Və nəzərinizə çatdırım ki, sizə bir qorxu yaradır o. Necə qorxu yaradır? Səpətə əlavə edirsiniz. Deyərəm ki, Temuda bir dənə ayaqqabı bəyənmisiniz, səpətə əlavə edirsiniz, amma almırsınız. Avtomatik olaraq FOMO qorxusu ilə sizə deyir ki, baxam, stokda qurtarır. Üstündən biraz keçir, 2 dənə qaldı. Üstündən biraz keçir, deyir ki, bax 50% sənin bütün səpətindəki hər şey 50% endirimə girib. Başlayır nə edir? Səni qorxudur ki, bax ha, sən ala bilməsən əlindən gedəcək. Bu son 3 günlük kampaniyadır, son 3 saatlıq kampaniyadır. Bununla əslində insanlara qorxu yaradar, onların algılarını, yəni almaq istəklərini daha da tezləşdirirlər. Ona görə bu iki belə deyim tələ, sıçan tələsi deyirik biz buna. Tələsi bizim üçün çox önəmli bir prinsiplərdən biridir ki, barmağımızı ekranda saxlayaq. Keçdik bir barmaq saxlayan bölümün ikinci hissəsinə. Sosial sübut və
hukuklar. Yəqin ki, sosial sübut bilirsiniz. Məsələn, örnək olaraq mən tələbələrimin hər hansısa bir videosunu yayımlayıram ki, məsələn, filankəs of filankəs artıq sosial media marketinq təlimini bitiriblər və onlar artıq işlə təmin olublar. Biz insanlara sosial sübut verərək onları qaranti olaraq əldə saxlayırıq. Sosial sübut bizim üçün marketinqdə çox önəmli psixoloji baskı üzərinə qurulan bir sistemdir. Sosial sübutdan sonra insanlar ona daha çox güvənir, daha çox insanda belə deyim, algı istəyi yaranır ki, aha, o gedib bunları görüb və bundan sonra bu da mən də getsəm mən də görəcəm. Bu prinsip sosial sübut olaraq bildirilir marketinq dilində. Bu hər hansısa bir şey ola bilər. Bu yəqin ki, iPhone-da qutu açılımı ola bilər. Açdınız qutu açılımını göstərdiniz ki, hə, məsələn, iPhone-un da üstündəki bu kamerasını falan. Bunlar hamısı sosial sübutların içərisinə daxil olan bölümlərdir. Hook dediyimiz nədir? İlk 3 saniyə bildiyimiz kimi o deyir, bu 5 şeyi bilirsinizsə, həyatınızda çox şey dəyişəcək. Bu 3 şeyi heç vaxt yadınızdan çıxartmayın. Bu səhv edirsənsə, çox böyük problemlərlə qarşılaşırsan. Bunlar hamısı bir huk və qarmaq dediyimiz prosesdir. Mütləq şəkildə videolarımızda, postlarımızın üzərində və yaxud hər hansısa bir təkcə sözlərlə yox, kameranın gəlib kameraya belə tıklayırsınız ekranına ki, kimisə çağırdınız. Bunun kimi belə deyim, marketinqdə huklar var. Çox şey yarayan bir prosesdir. Dediyim kimi iki prinsip bizim psixoloji olaraq diqqətimizi, barmağımızı ekranda saxladığımız proseslərdən biridir. Gəldi indi, bura kimi nəsə sualı olan var? İndi gəlirik prosesin əsas demoqrafik bilgilərinə, personamıza. Gördüyümüz kimi əslində biz bir insan olaraqdan bir hədəf kütləyik. Marketinqdə bir hədəf kütləmiz var. Hədəf kütləmiz nə üçün önəmlidir dostlar? Biz indi sizi növbəti dərslərimizdə olacaq proseslərdən bir dənə canlı şəkildə göstərim. Biz bir marketinq mütəxəssisiyik, düzdür? Bizim istifadə edəcəyimiz belə bir proqram var dostlar. Bu proqram ödənişsiz, necə ödənişsizdir? Yəni hər hansı bir application yükləməyə ehtiyac yoxdur. Yəni kompüterdən söhbət gedir, telefona yükləmək olur. Bir ödəniş tələb eləmir, amma sizdən reklam çıxanda təbii ki, ödəniş tələb eləyəcək. Bu reklam qoymaq üçün istifadə etdiyimiz ADS Manager Facebook'dur. Marketinq menecerlərin mütləq şəkildə bilməsi lazım olan sistemdir. Və biz burada hər bir detayda detaylı bir şəkildə reklam qoymağı öyrənəcəyik dostlar. Örnək edirəm, mən gəldiyim zaman bura, burada hər bir sualı məndən soruşacaq. İndi onu növbəti dərslərimizdə görəcəyik. Baxın, mən yazmışam ki, 18 və 40 yaş arası insanlar. Bunlar mənim hədəf auditoriyam sayılır. Mən insanları burada, mən sizə target göstərəcəm, target dərslərimiz olacaq, onları göstərəcəm sizə və bizim lokasiya bölümümüz olacaq ki, biz lokasiyamızı necə bir sistem üzərindən quracağıq. Bunları biz növbəti dərslərimizdə görəcəyik. Ona görə mütləq şəkildə biz auditoriyamızı, hədəf kütləmizi, yəni personamızı, biz onu persona deyirik, mütləq şəkildə dərindən bilməliyik. Hədəf kütləmizi 18-25 yaş arası ümumi insanlar götürə bilmərəm dostlar. Çünki bu istəklər, baxın 18 və yaxud 40 yaş arasındakı insanların istəkləri və onların psixologiyaları fərqli olur. 18-24 yaş arasında fərqli bir psixologiyada olursan, 24-dən 40-a qədər olan psixologiya, 30-a qədər olan psixologiyada fərqli bir psixologiyada olursan, 30-dan 40-a isə başqa bir psixologiya olursan. Ona görə biz bunların hər bir insana xitab eləyəcək şəkildə kontentlərimiz, hər bir insana xitab eləyəcək sözlərimiz, bunları hər bir detayı incəliklə fikirləşməliyik ki, bu insan bizim reklamımıza baxanda onu ekranda saxlamağı bacaraq. Aydındır bura kimi. Keçirəm aşağı hissəyə. Bir şirkət başladığımız zaman, bir şirkətə belə deyim, işlədiyimiz zaman və yaxud da öz şirkətimiz olduğu zaman biz mütləq şəkildə bir nümunə personamız olmalıdır. Persona Əli. Yəni persona dediyimiz şəxs deməkdir bu. Şəxs Əli olaraq götürmüşük. Əli adı Əlidir. Yaş 22 yaşında, tələbədir. Vərdişləri səhər kofe içir, dərslərə gecikir. İstəyi isə sürətli, qısa və konkret məlumatları xoşlayır. Yəni biz Əlinin qabağına çıxmaq üçün ona sürətli, qısa və konkret məlumatlar verməliyik. Əli üçün uzun məqalələr yazmaq mənasızdır. Ona hook qarmaq lazımdır. Yəni tez bazar. Sən bunları bilirsən, aha Əli ücret bizim müştərimiz sayılır. Bu 5 şey etmək sənin həyatında böyük dəyişikliklərə yol açacaq. Bu da Əli bizdən avtomatik olaraq nə edir?
cəlb eləyir. 50 kimi bizim bir çox personamız olacaq. Bu növbəti slaytlarda görəcəyik. Yəni biz mütləq şəkildə personamızı öncədən biləcəyik. Bəs deyəcəksiniz ki, müəllim, personanı hardan biləcəyik? Onu da ki, təbii ki, süni intellektə başa salaraq öyrənəcəyik. Gəldik brendin, yəni brend dediyimiz nədir? Dior, Armani və yaxud hər hansı bir Azərbaycanda Kontakt da bir brend olaraq sayılır. Bunlar hamısı bir brenddir. Brendin arxetipləri var. Arxetiplər nələrdir? İndi sual verəcəm dostlar sizə. Siz öz beyninizdə bir öz brendinizi quracaqsınız. Baxaq görək kimin necə brendi var. Deməli, sualım budur ki, əgər sənin səhifən bir insan olsaydı, necə geyinərdi və hansı tonda danışardı? Örnək olaraq nə göstərmişsə. Məsələn, mənim səhifəm bir insan olsaydı, daha rahat tərzdə geyinərdi, rahat və daha səmimi dildə danışardı. Aydındır məntiq? İndi sizə sualım budur. Sizcə, yəni baxım görüm kim var bizim onlaynda qoşulan tələbələrimizin arasında. Sualı tək-tək verəcəm sizə, baxaq görək kim necə olur. Birinci olaraq Aslıdan başlayaq. Salam, hər vaxtınız xeyir. Yəqin ki, sualı başa düşdünüz. Əgər sənin səhifən bir insan olsaydı, necə geyinərdi və hansı tonda danışardı? Mhm. Bəli, nə geyinərdi sizin səhifə brendi olaraq arxetipiniz? Misal üçün bax belədir. Mhm. Aha. Aha, bəs hansı tonda danışardı? Aha, sakit tonda. Aha, qəşəng. Bəs Aygün xanım sizdə? Aha. Sport tərzində və rahat tonlarda eləmək. Başa düşdüm. Aha, rahat hiss eləyirsə. Qəşəng. Elvina xanım sizdə. Salam bir daha. Mhm. Amma bir səhifənizin bir mövzusu olmalı. Brend arxetipiniz, özünüzün bir brendi olsaydı, yəni hansı tonlarda geyinərdi və hansı tonda danışardı? Hansı geyimi geyinərdiniz? Okey, şarm dediyimiz bir prosesdir. Şarm və danışıq tonunuz necə olardı? Okey, anlaşılan və səmimi dediyimiz bir prosesdə səmimi dillə danışardınız. Qəşəng. Bir dənə də sual verəcəm. Fidan xanım sizdə suala cavab olaraq nədir? Əgər sizin bir səhifəniz olsaydı. İns Bəli. Mhm. Okey. Mhm. Şarmı açmaq lazımdır. Çünki biz belə deyim, klassik tərz var, casual var, günlük tərzində var, daha belə deyim, Aha, daha cicili-micili. Aha, okey. Aydındır məsələ. Deməli bir arxetiplərimiz dostlar, indi hamıya sual versəm çox uzanacaq dərs. Ona görə artıq belə deyim, məntiqini başa düşmüsüz ümumi olaraq ki, yəni biz bir brendimizin siması mütləq şəkildə olmalıdır. Bu nəyə görə önəmlidir? Çünki insan istər-istəməz psixoloji olaraq biz hər hansısa bir səhifəyə, məsələn, Emporio Armani'dir, düzdür? Daxil olduğumuz zaman istərseniz o luxury-ni, o belə deyim,
coolluğu dediyimiz bir prosesi istər-istəməz görə bilirik. Örnək göstərim, bir dənə bunu belə yaxınlaşdırım. Məsələn, səhifənin bir strukturuna baxın, diqqət eləyin. Baxın, 6 dənə postu daha çox mono tərzində dediyimiz ağ-qara tərzində aparıblar. Bir üstünü artıq deyirdim ki, rozov rəngdə, pəmbiş rəngdə aparıblar. Təbii ki, bunun bir üstü də həmin o rəngdə olacaq. Yəni səhifənin qəşəng rəngli bir strukturu var və fikir verin ki, hansı rənglərə gəldiyimizdə o rənglər artıq belə deyim, insanın gözünü oxşuyur. Bu məsələn bizim öz səhifələrimizdən də örnək göstərim ki, bizim tələbələrimizin səhifəsidir bunlar. Tikinti AI adında bir səhifəmiz var bizim. Bir dəqiqə, bu deyil. Tikinti AI. Bu məsələn tələbələrimizin səhifəsidir. Bizim özümüzün də səhifəsidir bu. Mən həmişə tələbələrimə tələb edirəm ki, mən mütləq şəkildə səhifəmizin bir strukturu və bir gözəlliyi olmalıdır. Və biz mütləq şəkildə fikir vermisinizsə, damadama ağ-qara tərsinə getmişik, gözə xoşdur və insanlar girdiyi zaman istər-istəməz güvən hiss eləyir səhifədə. Qarmaqarışıqlıq yoxdur. Ona görə biz mütləq şəkildə brendimizi, arxetipləri olmalıdır. Aydındır məsələ. Yəni səhifə quranda qarmaqarışıq səhifə qurmağınızı mən istəmirəm. Çünki həm müştəri tərəfindən, yəni bir müştəri tərəfindən ə, belə deyim, sizin müştərinizdən söhbət gedir. Yəni hansısa bir şirkətin sahibindən söhbət gedir. Siz hansısa bir şirkətdə işlədiyiniz zaman siz belə bir struktur verdiyinizdə sahibkara istərsəniz görəcək ki, işiniz səliqəlidir. Və avtomatik olaraq o sizə bir güvən yaradacaq. Eyni şəkildə hansısa bir müştəri, tikinti ilə bağlı bir müştəri daxil olduğu zaman səhifəyə, Türkan xanım deyir ki, mən qoşula bilmirəm. Leyla xanım, bir də onu zəhmət olmasa ə, ayarlayın da, mən dərsdən çıxmayım. Aha, mən harda qalmışdım? Burada. Girdiyi zaman istər-istəməz ürəyi açılır səhifəyə və güvən yaranır. Müştəri də bilir ki, bu premium üründür. Yəni mən əgər müştərimə premium mal satıramsa, baxın dostlar, premium mal satıramsa, mənim səhifəm qarmaqarışıq olmamalıdır. Çünki premium dediyimiz bir məsələ bunlardan da şahidi olduğumuz kimi, baxın, Armani-dan və yaxud belə deyim, Dior-dur məsələn, fikir verin. Mən indi bunu belə eləmişəm. 9. Fikir verin necə səliqəli bir prestij üzərindən gedirlər. Baxın, görürsüz, istər-istəməz insan girəndə Diorun səhifəsi olduğunu bilməsən belə, amma premiumluq hiss eləyirsən. Aydındır məsələ. Ona görə səhifənin strukturu səliqəli və təmiz şəkildə olacaq. Bunu da ki, süni intellektlə biz artıq həll etməyə öyrənəcəyik. Oturub qrafik dizaynerlər kimi yarım saat işləməyəcəyik. Bu arada bu gördüyünüz hər bir qapaq şəkli, bunlar qapaq şəkillərdir. Yəni cover dediyimiz videoların üzərindədir. Yəqin ki, bilirsiniz bunları. Bunlar hamısı dostlar süni intellektin ərsəyə gətirdiyi bir qrafik dizayndır. Gəldim aşağı hissəyə. İndi sizə günümüzdə bildiyimiz bir əsas brend xarakterlərini göstərmək istəyirəm. Deməli, qəhrəman dediyimiz bir hero dediyimiz güclü və motivasiya verən bir brend xarakteri var, müdrik xarakterli var, üsyankar var və hökmdar var. Bunlar hamısı brendin formalaşması üçün istifadə olunan bir şirkətdir. Sabah birisi gün öz brendinizi quracaqsınız və yaxud hansısa bir şirkətin brendini quracaqsınız. Mütləq şəkildə ona bir xarakter, ona bir image qatmağınız lazım olacaq. Mən bir sual verəcəm. Sizin qəhrəman dediyimiz bir şirkət olaraq tanıdığınız brendlərdən nələr var? Yəni sizə güc verən, sizə motivasiya verən bir şirkət olaraq deyirəm. Hansı şirkətləri tanıyırsınız bu barədə? Aha, qəşəng, Nike, başqa? Bu arada var demək istəyənlər desinlər. Başqa? Tommy Hilfiger qəşəng, o da qəşəng bir şeydir. Aha, Zara da ola bilər. Aha, Polo da. Bunlar United Color of Benetton-dir yəqin ki. Yoxsa Color of Polo deyirsiniz ümumi. Okey, bildim. Bildim. Polo deyirsən. Okey, yaxşı. İndi bəs müdrik dediyimiz məsələ nə ola bilər? Öyrədən, ağıllı, faktlar danışan. iPhone dəyişə bilər bu prosesdə. Apple markası dəyişə bilər bu prosesdə. Başqa?
Öyrədən. Hı -hı. Dostlar, baxın, onu çaşdırmayaq. Öyrədən və ağırlı faktlarla danışan bir şey deyirəm sizə. Nə ola bilər bu? Öyrədən daha çox. Aha, baxın, AS sual. Bax, ChatGPT ola bilər. Düzdür? Sizə nə edir? Öyrədir, faktlar verir, ağıllı. O müdrik sayılır. Biz Duolingo işlədən var, ingilis dilində Duolingo öyrədir ha sizə. AS. Bax, Duolingo nə edir? Davamlı olaraq sizə bir şeylər öyrədir. Davamlı olaraq sizə bir şeylər qatmağa çalışır. İndi öncəki dərsimizdə bəli, bu Google-da ola bilər. Google-da öyrədən bir platforma kimi sayılır. Ödənişsiz nələrsə verir. Və fikir verirsinizsə, siz bunları nəyə görə tanıyırsınız? Biz sizə bir fayda və bir şeylər qatdığı üçün, sizə bir şeylər öyrətdiyi üçün. Udemy, yəqin ki bilirsiniz, Udemy bir kurs şirkətidir. Courses deyilən bir kurs şirkətidir. Bir şeylər qatır və öyrədir sizə. Bəli, bunlar hamısı dediyimiz bir brend xarakteridir. Sizə nəsə öyrətməklə bağlıdır. Bəs yaxşı, üsyankar dediyimiz qaydaları pozan və fərqli bir proses dediyimizdə nələr var? Onu gəlin müzakirə eləyə bilənə, beyninizdəki sualları. Gəlin sırayla gedək. Sizcə üsyankar dediyimiz bir məsələdə hansı brendlər var? Ola bilər, bəli, BMW ola bilər. Daha üsyankar, daha belə sport tərzində gedir. Aha. Yəni hökmdar olaraq gedə bilər lüks keyfiyyət nəzəriyyəsindən, düzdür? Həmin o Mercedesi bura əlavə edə bilərik. Bəs başqa nə ola bilər üsyankar dediyimiz? Bəli, Harley Davidson da ola bilər, düzdür? Fikir vermisinizsə onların özgür bir ruhu var və onlar dedim dəri jaketlər, motosikletlər, bunun kimi özgür ruhlar və yəni öz dünyaları var belə deyək. Bunlar da təbii ki bu belə deyim outlaw dediyimiz, yəni qayda pozuntusu, qaydalardan xaric olan bir insanlardılar və brenddirlər, brend xarakterləridir. Hökmdar dediyimiz ruler, yəni luxury və keyfiyyət nəzarət dediyimiz bir prosesdə nə ola bilər? Volvo hökmdar. Mhm. Ma necə? Burada brendlərdir, bəli. Brendlərdən söhbət gedir. Lüks və keyfiyyətdə nəzarət. Yox, bütün brendlər ola bilər yəni. Çanqal ola bilməz. Ya insanlar dediyimiz, yəni bir brend üzərindən gedirik. Yəni hər hansı bir brend ola bilər, amma luxury bir ürün olmalıdır. Lamborghini ola bilər. Lamborghini bir növ onu belə deyim, bəli, bəli, tanınmış markalardan söhbət gedir. Baxın, Bentley ola bilər, Lamborghini həm qəhrəman hero, həm də ki hökmdarlıq ola bilər, həm belə deyim Ferrari, bunlar hamısı belə deyim luxury ürünlərdir. Gəlin bir dənə mənim burada dərlədiyim, yəni topladığım bir sistemə baxaq, görək mən nələri yazmışam. Burada bizim belə deyim qəhrəman ruhlu dediyimiz Nike-dır. İnsanlarda görürsüz bunların hər bir belə deyim sloqan olur. Brendlərin bir sloqanları olur. Just do it, yəni sadəcə et, sadəcə bacar tərzində bir şeylərdir. Məsələn, məndə də məsələn məqsədinə çat olaraq keçir. Mənim də özümün güya bir brendi var. Mən və o brendi mütləq şəkildə özümdə bir sloqanlaşdırmışam. Və mütləq şəkildə siz də hər hansı bir şirkətin, hər hansı bir özünüzün belə olsa, öz brendinizi qurduğunuzda bir sloqanınız olsun ki, həm insanlar sizin o sloqanı ağlında saxlasınlar, həm də bu da sizə bir motivasiya verəcək ki, o belə deyim, brendinizin formalaşmasında kömək eləyəcək. Məsələn, Google dediyimiz müdrik olaraq mən seçmişəm, çünki informasiya və biliklərin ən çox toplandığı yer Google-un üzərindədir. Üsyankar Harley Davidson bayaqları qeyd eləmişdi, azad ruhlu və qaydasız dediyimiz prosesdir. Rolex isə hökmdar olaraqdan keçir, prestij və status üzərindən qurulur. Bu Bentley də ola bilər təbii ki, bu Ferrari, Lamborghini bunun kimi belə deyim, luxury, prestij tərzi dediyimiz proseslərdir.
Nəzərinizə çatdırım, keçən dərsdə yadınızdadır, sizə demişdim ki, ə, bu iPhone-la bağlı. iPhone da təbii ki bir prestij üzərindən qurulan bir prosesdir. Təbii ki bunu dəyişkənlikdir. Apple çünki bütün segmentasiyalara cavab verir. Gəlin indi ə, USB dediyimiz unikal təklif dediyimiz bir prosesimiz olmalıdır. Bizi insanlardan ayıran, brendlərdən ayıran təklif olmalıdır. Nəyə görə mənim kursuma siz qoşulmusunuz? Sual verirəm sizə. Mənim unikal bir təklifim var sizə dostlar. Unikal təklifim nədir? Sualı həmişə hər bir şirkət üçün verilməlidir bu. Mən insanlara nə qatıram? Hansı problemlərin həllini verirəm və nəticədə nə əldə edirsən? Bu üç prinsip sizin şirkətiniz üçün çox önəmli bir məsələdir. Unikal dəyər təklifi. Milyonlarca səhifələr var. İzləyici niyə məhz səni seçməlidir? Baxın bu sualdır. Baxın, unikal dəyər təklifi. Mən kimə kömək edirəm? Ümumiyyətlə mən kimə kömək edirəm? Karyerasında inkişaf eləmək insanlara kömək edə bilərəm. Və yaxud karyerasını dəyişdirmək, işini dəyişdirmək, öz karyerasında yüksəlmək istəyən insanlara xitab edirəm. Hansı problemləri həll edirəm? Sosial mediada marketinq sahəsində olan insanlarda, marketinq sahəsinə yönəlməkdə və o bir şeylər satmaq istəyəndə insanlara, bir şirkət belə deyim, şirkətdə işləmək istəyənlər, iş axtaran insanların problemlərini həll edirəm. Nəticədə nə əldə edirlər məndən? Süni intellektdə öyrənirlər, marketinqin detallarını öyrənirlər. Mənim kursumda dizayn xidməti öyrənirlər. Yəni belə deyim, bir dizayner süni intellektdən dizayn öyrənirlər, mobiloqrafiya öyrənirlər. Mən sizə təkliflərim bunlardır və siz məndən bu üç sualın cavabını mən oturmuşam, öz şirkətimi qurmuşam və öz şirkətimdə insanlara nəyin faydasını verəcəyimi bölmüşəm və avtomatik olaraq sizə bunun təklifini hazırlamışam. Ona görə siz mənim kursuma 2 ay içərisində görəcəyiniz faydaların bir növ belə deyim, içərisində olacaqsınız. Mən bu sualı qurandan sonra artıq mən sizin üçün bir sillabus hazırlamışam. Və biz bunu biləndən sonra həmin o müştəri üçün bir təklif paketi hazırlayırıq. Təklif paketləri qururuq. Məsələn, bizi niyə izləməlidir bu adam? Kimə xitab edirik? Hə, buna xitab edirik. Universitetə qoşulanlar falan filan. Ona görə biz bu üç sualı cavabını verəndən sonra biz artıq müştərimiz üçün təkliflər əldə edəcəyik. Bəs bu nədir? Mən kimə xitab edirəm? Gənc sahibkarlara örnək olaraq götürmüşəm. Ssenarimiz nədir? Marketinq ekspertidir. Mən marketinq ekspertiyəm və kimə xitab edirəm? Gənc sahibkarlara. Yeni bir dənə şirkət açıb, okey, bir dənə şirkətdə də adamdır, tanımadığımız gənc sahibkardır. Hansı problemi həll edirəm? Büdcə xərcləmədən. Nəticədə nə əldə edirəm? İlk 1000 izləyicinin yığmasını kömək edirəm. Baxın, nə edirəm? Mən gənc sahibkarlara kömək edirəm ki, büdcə xərcləmədən ilk 1000 izləyicini yığsınlar. Baxın, bu mənim bir fayda dəyər təklifimdir. Və müştəri mənim bu təklifimi görəndən sonra deyir ki, dən İlhamla əlaqə saxlayım, nə yaxşı mənə belə bir təklif verir və mən deyirəm ki, sən bir ay, misal örnek edirəm və yaxud bir həftə səndən ödəniş almayacağam, sən özün bir həftə içərisində bax gör səhifən necə yüksəlir. Təklifimi verirəm ona. Bu avtomatik mən özümə güvənirəm və öz işimdən bilirəm necə bir şeydir. Təklifimi verirəm, avtomatik olaraq bu mənim təklifimlə müştərini cəlb edirəm. O müştəri məndən faydanı görəndən sonra avtomatik olaraq mənimlə işləyir. Bu bizim tələbələrimiz var. O tələbələrimizlə də həmin bu prosesi aparırıq. Nə edirik? Müştərimizə bir loqo təklif edirik. Görüşəcəyimiz müştəriyə qəşəng bir belə deyim, presentation hazırlayırıq, sunum hazırlayırıq. Həmin o müştəri ilə görüşə gedirik və müştəriyə təkliflərimizi veririk. Bu bizim unikal dəyər təklifimiz mütləq şəkildə olmalıdır. Bu slaydımızın, baxın, tapşırıqlarımız olur hər bir slaydın içərisində və hər bir dərsin sonunda mən tapşırıq verirəm. Tapşırıqları sevdiyiniz bir brendi seçirsiniz. Onun hədəf kütləsini, personasını təsvir edirsiniz. Yəni bizim bu əli kimi, misal üçün, personasını təklif edirsiniz. Növbəti slaydda görəcəyik. Hansı arxetiplərə aid olduğunu tapırsınız. Səncə onların ən böyük dəyər təklifi nələrdir? Onu burada sadəcə yazılı formada mənə verməyiniz kifayət eləyir dostlar. Nəzəriyyə bilmək praktika bacarmaqdır. Ona görə bunları mütləq şəkildə eləməyinizi istəyəcəm sizdən. Bu slaydımızın birinci bölümüdür. Bura kimi nəsə başa düşməyən var. Güman edirəm ki, yoxdur. Çünki bu nəzəri qismləridir dostlar. Deməli, ikinci brendlə bağlı olan hissəyə keçəcəyik. E, Brend olmaq sənəti deyilən bir sistem var. Ya biz bunu şəxs üzərindən gedirik,
Məqsədimiz belə deyim, bir şey paylaşmaq yox, brend olmaq üzərindən olmalıdır. Yəni mən götürüb həmin bu hissədə, məsələn, örnek edirəm də mən belə kolxoz bazarı dediyimiz sistemlə götürüb onları belə bir paylaşsaydım və belə bir struktur yığmasaydım, bu kolxoz kimi mən elə bir marketinqimi yığacaqdım. Amma mən nə etmişəm? Bir tikinti səhifəsi açmışam. Mən avtomatik olaraq hər bir videomun üzərinə öz loqomu qoyuram. Deyirəm ki, bax bu mənim şirkətimdir. Müştərilərimlə çox belə deyim, ciddi bir şəkildə, yəni səmimi dildə yox, çox belə rəsmi bir şəkildə aparıram danışıqlarımı ki, müştərilər hiss eləsin ki, həqiqətən bir şirkəti. Yəni mənim bir evdə oturmağıma rəğmən insanlar mənim bu səhifəmi görüb mənə deyir ki, inşaat şirkətiniz və yaxud şirkətiniz hardadır, gələk ora. Yəni insanda elə bir algı yaradır. Ona görə biz brendimizi sıfırdan mütləq şəkildə normal loru dildə desək qurmalıyıq. Gəlirəm bu hissəyə. Aşağı düşdük. Brend insanların sənin haqqında nə düşündüyüdür. Normalda brendin açıqlaması odur. İnsanlar sənin haqqında nə düşünür? Ona görə biz insanlarda bir etibar yaradırıq, bayaqları sizə dediyim kimi və yadda qalmaq olaraqdan gedir. Ümumiyyətlə insanlar sizə niyə baxsın, niyə eləsin? Yəni sadəcə olaraq adla, loqo ilə bağlı deyil. Yəni insanlar mənim qara gözümə, qara qaşıma vurulmur. İnsanlar mənim loqoma və loqomun içərisində olan hər bir prosesə, apardığım situasiyaya görə mənə hörmət göstərirlər, belə deyim. Ona görə biz məsələn bir toya sportivliklə getmirik. Loru dildə deyim də. Sportivliklə getmirik. Nə edirik? Bir dənə qəşəng kostyumumuzu alırıq və yaxud paltarımızı alırıq. Toya yerə gedirik ki, insanlar bizə baxanda deməsinlər ki, bəs bu niyə sportivliklə toya gəlib? Ona görə yadda qalmaq kimi bir prosesimiz var ki, həmin o toyda bir dənə qəşəng geyinərsən, gedərsən, deyərlər ki, misal üçün filankəsin paltarına bax, gör necə gözəl görsənir və yaxud gör necə davranışı gör necədir. İnsanlarda etibar yaradır. Prosesimiz nədir? Şəxsi brendinq və şirkət brendi. Şəxsi brendinq mənim bu brendimdir. Mən burada örnek edirəm, öz səhifəmdir bu mənim. Nə edirəm öz səhifəmdə? İnsanlara, bir dənə bunu yuxarı qaldırım. Hazırladığım proseslərdir, tələbələrimin işləridir. Bunlar hamısı məsələn gəlirik, nə edirik, paylaşırıq. Məmməd bəylə əməkdaşlığımızdır. Məmməd bəylə də görüşəcəksiniz. Məmməd bəylə bərabər açdığımız bir səhifədir. İnsanlara mahnıları, süni intellektdən istifadə qaydalarını, bir məlumat verici və sosial mediada aktiv şəkildə idarə edirəm. Məsələn, gəlmişəm, baxım nə görüm. Bu niyə belədir? Nəsə baqa girib. Gəlib nə edirəm? Məsələn, günlük, vaxtı bitib yəqin. Məsələn, dünənləri müştərimin bir sifarişini almışdıq. Onun haqqında bir video çəkdim, paylaşdım. Görən olar, görməyənlər varsa. Nə etmişəm? Öz brendim üzərindən davam edirəm. Və mənim orada şəxsi hekayələrim və xüsusi ekspertizalarım, daha çox emosional və birbaşa əlaqə insanlarla qururam. Amma şirkət brendində isə komandanın gördüyü işləri, komandadakı o zarafatçıl etapları, məsələn, bizim komandaya gəldim, bir dənə belə kontent yaratmışam, misal üçün kim neçə yaşındadır. Həmin o yəqin ki görmüsünüz internetdə falan var. Gəlir bir-bir, məsələn deyir ki 2005-ci il uşaqdır, birdən-birə uşağa dönüşür. Bax bunlar hamısı komandanın, şirkətin bir brendi üzərində qurulur. Şəxsi brendinq isə mənim ən çox istifadə etdiyim bir brenddir. Fikir vermisinizsə, mənim reklamlarım öz səhifəmin üzərindən gedir. Mən normalda işlədiyim şirkət Meta Education'dır, amma mənim reklamlarım öz brendim üzərindən gedir. Mən sizə Elon Musk desəm daha çox yəni belə deyim, təəssürat yaradar sizdə, yoxsa X-Space desəm? İndi sual verirəm sizə. Yəni X-Space deyəndə daha çox olar algı yaradar sizdə, yoxsa Elon Musk? Aha. Niyə görə? Çünki o insan əslində onun şirkəti X-Space-dir, amma o avtomatik olaraq öz brendini tanıdıb. Yəni biz Elon Musk deyəndə deyirik ki, hə, Marsa uçan. Görürsüz, algı budur. Ona görə mütləq şəkildə məsələn öz brendinizi qurmağınız lazımdır. Mən hər bir tələbəmə təklif edirəm ki, yəni təbii ki, üstünə düşmür, o artıq öz iradəsindən asılıdır. Öz səhifənizi qurmağınızı istəyirəm ki, həmişə sizin sosial mediaya giriş eləyirsinizsə, yəni bir şəxsin brendinqini götürəcəksinizsə və yaxud öz brendinizi eləyəcəksinizsə, öz əvvəlki brendinizi qurun, öz işlərinizi paylaşın, insanlara fayda verin. Məsələn, sosial media mütəxəssisi Aysel.
Neynir, fayda verir. Məsələn, təzə məlumatlar verir. Onlar üçün də mən sizə süni intellekt öyrədirəm ki, yeni məlumatlardan xəbəriniz olsun. Baxın, Grok növbəti dəstəmizdə görəcəyik. Yazacaqsınız ki, sosial mediaya aid, misal üçün, yeni trendləri mənim üçün hazırla. Bu da sənin üçün gedəcək süni intellektin təzə olan bir proses səni hazırlayacaq. Sən də kamera qarşısına çıxa bilərsən və yaxud süni intellektlə post hazırlaya bilərsən burada. İnsanlara fayda verə bilərsən. Çox da gözəl bir belə deyim taktikadır. Çox da belə deyim intellektual bir taktikadır ki, sən insanlara fayda verərək öz takipçilərini çoxaldırsan. Mənim çox tələbələrim oldu ki, mən necə takipçi çoxaldım, necə eləyim? Bunlardan örnəklərini sizə göstərəcəm. Hətta Məmməd bəylə belə deyim bərabər bir Məmməd bəy özü düşdü bunun üstünə təbii ki. Məmməd bəyin Aypara dediyimiz belə sizə də portfolio kimi göstərim bunu. Baxın 527 takipçi gəlib. 800 gün səhv eləmirəmsə ayın neçəsi paylaşmışdı? 19 martda ayın neçəsi də 27-dir. Bir həftə keçib. Nə qədər keçib? Heç 8 gün keçib demək olar belə örneği göstərim. 8 gün ərzində sıfırdan bir səhifə açıb, süni intellektlə bir müzisyen yaradıb. First Azərbaycan AI Singer deyilən bir müzisyendir. Səliqəli şəkildə bir süni intellektlə UGC, yəni User Generated Content növbəti dərslərimizdə keçəcəyik. Gəlir bura bir storylər paylaşır. Məsələn, belə bir paltarda şəkil düzəldib. Gəlir burada belə bir etap edib. Bayaqları Məmməd bəy paylaşanda bunu mən dedim ki, əş Məmməd çox əlləşirsən bunun üstündə. Azərbaycanda çox irəliləməz. Bu sözü mən demişəm. Amma baxın 72 min izləmə gəlib. Heç bir reklam qoyulmadan, heç bir belə deyim belə deyim şey deyirlər buna. Boost deyirlər. Boostlama olmadan avtomatik olaraq 72 min dənə izləmə gəlib. 4000 dənə like gəlib, 150 dənə belə deyim komment gəlib. Bu sadəcə olaraq mən bir süni intellektlə eləmişik. Bunu siz canlı eləsəz görün nə qədər olar. Təbii ki, onu nəzərinizdə olsun. Gəldim bu hissəyə. Bəli. Yox, heç bir problem yoxdur. Artıq dövrümüz süni intellekt dövrüdür. Ona görə yəni istəsəz süni intellektlə hazırlaya bilərsiniz, istəsəz belə deyim, öz real çəkilişlərinizi eləyə bilərsiniz. TikTokdur, bunun kimi şeylər. Təbii ki, indi burada bir AI sizə növbəti dərslərimizdə göstərəcəm. Paylaşdığınız zaman burada AI etiketi seçməlisiniz. Yəni süni intellekt olduğunu bildirməlisiniz. Onu növbəti dərslərimizdə, paylaşım dərslərimizdə görəcəyik. Yəni real gördüyünüz bir prosesdir. Baxın, 9 gün ərzində 527 dənə takipçi yığılıb. Nəyə görə? Şəkillər strukturla gedir Məmməd bəy. Nə edir? Hər gün bir post paylaşır, hər gün story paylaşır, maraqlı kontentlər hazırlayır. Yəni biz əslində insanları cəlb eləmək üçün çox ekstra bir haşam-maşam belə deyim də Fox göstərmirik əslində. Sadəcə struktur üzərindən gedirik, brendləşmə üzərindən gedirik. Məmməd bəy də nə edir? Brendləşmə üzərindən strukturunu bir aylıq kontentini yazıb, bütün kontentini avtomatlaşdırıb paylaşımları biz burada sizinlə bərabər öyrənəcəyik. Meta Business Suite öyrənəcəyik. Meta Business Suite-də nə edir Məmməd bəy? Gəlir, planner bölümünə keçir. Planner bölümündən başlayır özü üçün. Baxın, misal bunları göstərim sizə. Bunların hamısı planlama bölümü ilə gedib. Məsələn, burada bunu planlamışıq, burada bunu planlamışıq. Əlimizi qoymuşuq başımızın arxasına. Gündə hər gün postumuz paylaşır. Heç biz əziyyət çəkmirik. Ona görə maksimum biz sosial mediaları idarə elədiyimiz zaman otururuq, günlük deyəlim ki, 1 saat, 2 saat vaxtımızı ayırırıq, evdən işlərimizi görürük. Yəni freelance olaraq belə deyək. Ona görə baxın, brend təəssüratında 3 saniyəlik qaydası dediyimiz bir prosesdir. Səliqəli vizual, eyni ton və üslub və ardıcıl mesajlar. Fikir verirsiniz? Neynəmişik? Səliqəli bir vizual hazırlamışıq. Eyni ton və üslub. Neynəmişik? Məmməd bəy neynəyib? Bir mahnı üzərindən gedib və mahnı üzərindən davam edir. Artıq sizin algoritm istər-istəməz həmin o proses üzərindən gedəcək. Axır sizə mahnılara çox qulaq asan insanlar, sizə daha çox ilgi göstərən insanlar olacaq həmin o prosesdə. Ardıcıllıq mesajlar isə əsas dəyər təklifiniz dəyişməməlidir. Yəni misal üçün mən mahnı üzərindən gedirəmsə, mahnı üzərindən getməyim daha məntiqli olacaq. Yəni siz də səhifə yaradanda səhifənin üzərindən getməyiniz, fayda verməyiniz daha məntiqli olacaq. Təlim müddətində mütləq şəkildə brand voice dediyimiz bir proses olacaq. Bu brand voice süni intellektdə yazılır. Deyirsiniz ki, misal üçün bayaqlar dedinizsə səmimi tonda və yaxud belə deyim
ciddi tonda, rəsmi tonda. Bax bunlar hamısı brendin voice-udur. Mən nə edirəm? Tikinti AI-da bayaq göstərdiyim səhifədə brand voice-um mənim daha rəsmidir. İnsanlar mənim rəsmi danışığıma fikir verəndə deyirlər ki, ha bu mən gedib onlara rahat bir şəkildə deyirəm ki, mənim paketlərimin qiyməti 1000 manatdan başlayır. Bu adam deyir ki, "A bu adam 1000 manat təklif edir, rəsmi danışır, səhifəsi də qəşəngdir. Hə buna vermək olar, halal xoşu." Və onun algı psixoloji algı odur. Ona görə biz nə edirik? Brand voice-umuzu mütləq seçirik. Bayaqlar sual vermişdim sizə. Hədəf auditoriyanın sizinlə necə danışmağınızı istəyir. Əgər danışmağı sizə yumoristik və yaxın tərzdə mənim kimi məsələn səmimi danışıram sizlə fikir verirsinizsə, mənim danışıq tərzim yumoristik və yaxındırsa, gündəlik dildən ibarətdir. Mənim danışığım sizlə rahat bir şəkildədir, ağıllı və analitik, daha əsaslı, ciddi bir şəkildədir. Statistikalara görə bu yanaşma 30% daha effektivdir. Məsəl üçün daha belə ağıllı nəticələr verirəm. Məsələn, mənim dərslərimə qoşulan hər 10 nəfərdən bir nəfəri artıq belə deyim, süni intellektin o birisi dərslərinə qoşula bilir. Məsələn, hər 10 nəfərdən bir nəfər artıq süni intellektin prompt mühəndisliyi ola bilib. Ciddi və peşəkar, formal, dəqiq və korporativ olmalıdır. Biz məqsədimizi keyfiyyətimizlə fokuslandırırıq. Bunun kimi şeylər həmin bu brendimizə uyğunlaşdıracaq. Örnek edirəm, bu ChatGPT-yə veriləcək ki, məsələn, mən belə bir kontent ağlımda var, o növbəti dərslərimizdə görəcəyik. Ağlımda belə bir kontent var. Mənə bunu yumoristik tərzdə yaz. Avtomatik olaraq biz brendimizi bunun üzərindən deyəcəyik. Və yaxud deyəcəm ki, mənim şirkətim budur və mən müştərilərimə yumoristik və ya daha yaxın danışıq tərzi istəyirəm. Avtomatik olaraq mənim burdakı alt yazım, baxın, Instagram alt yazılarımız misal üçün. Bunlardan bir alt yazı göstərək. Siz belə deyin, bu yox, dəqiq tikinti yayhanı. Bir dənə onu göstərim. Nə edirəm? Brend dilimi mən artıq formalaşdırmışam. Gəlir bura ki, Şuşanın qəlbində tarixin və gələcəyin görüşdüyü nöqtədə tikinti əməl olaraq sadəcə binaları deyil, rəmzləri canlandırırıq. Gəlmişik, nə etmişik? Burada artıq belə deyim, insanlara verdiyimiz bu aşağıdakı yazı belə xüsusi bir yazı olmalıdır ki, insan girdiyi zaman telefonda görsənir, telefonda baxın bu hissə görsənəcək sizdə. Bu hissə görsənir telefonda, insan avtomatik olaraq oranı oxuyur, videoya baxa-baxa. Ona görə biz bunları mütləq şəkildə bilməliyik. Brend dilimizi. Gəldim aşağı hissədə. Öz brendini kəşf edək. 4 sual verəcəyəm. Əsas səs dediyimiz, əgər brendin danışsaydı necə danışardı? Bayaqları verdiyimiz sualdır. Mövqe, sən hansı növdə brendsən? Problemləri həll eləyirsən, ilham verənsən, yoxsa əyləndirənsən? Bunları biz mövqeyimizi seçirik. Dəyərlərimiz, sən əsas prinsiplərin nədir? Mən insanlara nə dəyər verirəm? Bizdəki fərqlər nələrdir? Bu da fərqlilik. Sənin rəqiblərini fərqləndirən unikal cəhətlərin nələrdir? USP dediyimiz bir prosesdir. Bunlar təbii ki, öyrənməyiz nəzəri qismlərdir dostlar. Yavaş-yavaş bunları elə bir praktika eləyə-eləyə təlimlərin içərisində daha da təkmilləşdirəcəyik mütləq şəkildə. Burada brendin üç sözlük dediyimiz məsələdir. Yaradıcı, etibar, isti münasibət, yaradıcılıq, etibarlıq, isti münasibət, sadə, peşəkar, ilham verici, dinamik, innovativ dəyərlər. Bu üçünü, yəni üç tərzini bilsəz kifayətdir. Çünki süni intellektdə bu tərzdə yazacağıq. Məsələn, yazacağıq ki, yaradıcı dildə danış və yaxud etibarlı dildə danış və yaxud peşəkar daha sadə, peşəkar, bayaqlar demişdinizsə, sakit tonda. Bax bunlardır. Dinamik isə daha belə dinamiklik qatan, əyləncəli, əyləncə deməyək buna. Biraz hərəkətli dediyimiz bir prosesdir bunlar dostlar. Və bayaqları unikal dəyər təklifimiz dediyimiz bir prosesdir. Etibar, yaradıcılıq, isti münasibət bunları tam oxumağınız kifayət eləyir. Daha çox detay üstündə qalmayacağam. Ona görə mənim üçün, baxın, bu nəyə görə 10-10 gələndə bura nəyə görə 80% deyil? Çünki etibar hər bir brend üçün ən önəmli prestijdir. Ona görə nəzərinizdə olsun. Yekun olaraq bunlardır. Başqa bir şey yoxdur bu brend haqqında. Artıq növbəti tapşırığınızı elədiyiniz zaman daha net olaraq başa düşəcəksiniz. Mən indi keçmək istəyirəm növbəti slaydımıza. Yorulmamısınız? Yorulmusunuzsa time out verin.
Bunlar dostlar, nəzəri qismlərdir. Növbəti dərslərimizdə artıq praktiki şəkildə gedəcək. Çünki təməlimizi yaxşı atmalıyıq dostlar, mütləq şəkildə. Təməl zəif oldusa, istər-istəməz çətinlik çəkəcəksiniz marketinqdə. Mən çalışıram ki, sizə detaylı başa salım mövzunu ki, sabah birisi gün hansısa bir brend olanda məntiqsel düşünəsiniz o brend üçün, o şirkət üçün və yaxud. Bəli. Bu biraz xoş günlərinizdir. Daha görəcəyiniz günlər qabaqdadır dostlar. Yaxşı? Narahat olmayın. Bəli, buyurun. Ə, yox, ümumiyyətlə səhifənizin bir məqsədi olmalıdır. Siz dediyim kimi bir sosial media mütəxəssisi olursunuzsa, bayaqlar dedim, girəcəksiniz məlumatlar haqqında məlumatlar öyrənəcəksiniz və onları insanlara verəcəksiniz. Siz bir brendinizi formalaşdıracaqsınız. Yəni əgər öz brendinizi qurmaq istəyirsinizsə, ya bu sizin öz qərarınızdır. İstəyirsiniz açıq eləyin, istəyirsiniz bağlı eləyin, amma bağlı olsa təbii ki, insanlar gəlib baxa bilməyəcək sizə. Bu sizin şəxsi brendinizdirsə, yəni özünüz bayaqlar dediyim kimi, onu təbii ki, açıq eləməlisiniz. Əgər özünüzün private hesabıdırsa, yəni siz özünüzün şəxsi şəkillərini paylaşırsınızsa, bunu şəxsi eləməyiniz daha məntiqlidir, yəni. Mən onu prosta, yəni sizdə indi necə bir struktur aparmaq istəyirsinizsə, məsələn mən nə etmişəm? Tikinti eləmişəm. Təbii ki, açıq olmalıdır dostlar. Yəni mən sizin səhifənizi təsəvvür edin ki, mən bunu eləmişəm, görsənmir. Girən adam deyəcək tikintiyə oxudu. Bu ürək istəsə atacaq, ürək istəsə yox. Amma girib bu baxsa deyəcək ki, hə bu nə işlə məşğuldur. Siz də məsələn öz şəklinizi paylaşsaz deyəcək ki, mən nə edirəm məsələn sizin şəklinizə baxmağa. Nəsə fayda versəz, hə onda girib baxaram. Hə, indi gəlirik dostlar yavaş-yavaş, belə deyim, insan psixologiyasını bilərək, onları eləməyi bilərək, brendin formalaşmasını bilərək və biz nəyə görə hədəf kütlələrimizi, hədəf kütlə nədir və nəyə görə bu önəmlidir, bunu bilməliyik. Hədəf kütlə bilirsiniz nə deməkdir dostlar? Bilən var aranızda? Hədəf kütlə. Adından əslində bəllidir. Bir dənə sırayla danışın zəhmət olmasa. Aha, bir dəqiqə sırayla gedin dostlar. Ee, aha buyurun buyurun daha sonra. Kimiz Hı hı. AS olun. Hı hı. Bəli, bəli. Tamamilə doğrudur. Biz nə dedik bayaqlara? Hədəf kütləmiz, yəni bizim yaş aralığımız nə qədərdir? Hansı kişiyəmi, qadınamı xitab eləyirik? Hansı maraqlara xitab eləyirik? Bunlar bizim hədəf kütləmizdir. Hədəf taxtası dediyimiz bir proses var, hədəf taxtası. Görmüsünüz də ortada qırmızı rəngdə bir sistemdir. Və o hədəfi tapmaq üçün dostlar, baxın bu belə bir şeydir. Hər kəs bizim hədəfimiz ola bilməz. Çünki biz su satmayacağıq da yəqin ki. Yəni biz sırab şirkəti deyilik biz. Su hər kəsə xitab edən bir şeydir. Ona görə biz hədəfimizi doğru şəkildə bilməliyik. Və hədəfimizi bildiyimizə görə insanlara ona görə mesajlar verməliyik. Məsələn, örneği bir dənə göstərim sizin üçün. Ondan əvvəl, bir dəqiqə çox üzr istəyirəm. Ondan əvvəl mən sizə nəyi başa salım ki, mənim müştərim hər kəsdir sualı ən böyük yalanlardan biridir. Nə edirəm? Etap-etap getməliyəm bu hissədə. Mən hədəfimi biləndən sonra büdcəmə qənaət edirəm.
daha dəqiq mesajlarımı verə bilirəm. Bayaqları nə dedi? Bir kosmetik brenddə krem satırıq, düzdür? Krem satırıqsa biz insanlara elə bir mesaj verməliyik ki, o insanlar bizə diqqətini verə bilsinlər. İndi biz növbəti dərslərimizdə süni intellektlə bağlı keçəcəyik bunları və rəqabət üstünlüyü. Niş bazarlarda böyük oyunculardan daha çevik ola bilərsiniz. Hədəf kütləmizi bildiyimiz zaman. Təkcə bayaqları dediyimiz kimi, təkcə o insanın yaş aralığı və yaxud onun cinsiyyəti üzərindən qurulmayıb hədəf kütlə. Hədəf kütlə insanın demoqrafik bilgiləri, coğrafi yerləri, psixoqrafikləri və davranışları üzərinə qurulub. Biz təlim müddətində müştərilərimizin baxın burada. Müştərilərimizin demoqrafik bilgilərini bu insan nişanlıdırmı, yoxsa uzaqdan ilişkimi yaşayır? Məsələn, örnək deyirəm, mən uzaqdan bir ilişki yaşayıramsa, mən sevgilimə hər hansı bir reels göndərirəmsə, mənim lokatsiyam əgər Azərbaycandadırsa, okey, baxın misal örnək göstərim. Mənim lokatsiyam deyələm ki, Azərbaycandadır. Düzdür? Yəni biraz belə yaxın eləyim. Mənim lokatsiyam Azərbaycanda. Örnək deyirəm, mənim sevgilim yaşayır Trabzonda. Mən orada avtomatik olaraq buna bir dənə Reels göndərəndə Facebook bilir ki, mən uzaqdan bir ilişki yaşayıram. Okay? Mən gəlib burada bunu qeyd edə bilirəm. Yəni o qədər detaylı bir mövzudur. Başa düşdünüz necə? Education'dır, relationship'lərdir, relationship görürsüz, bax married, engagement ingilis dilindədir, düzdür. Biz indi növbəti dərslərimizdə görəcəyik. Targetinqləri ingilis dilində eləməliyik dostlar, nəzərinizdə olsun. Amma belə deyim, belə türk dilində mən sizə bunların hamısını türk dilində başa salacağam. Daha belə deyim, danışıq dilimizdə olsun ki, net başa düşəsiniz. Azərbaycan dili fərqli işləmir. Bəzi ingilis dilində olur, bəziləri türk dilində. Ona görə Azərbaycan dilində. Ona görə biz bunu ingilis dilində eləyəcəyik. Baxın burada intereslərimiz var, maraqlarımız. Ona görə biz hədəf auditoriyamızı düzgün şəkildə biləcəyik. Təbii ki, mən sizə bunun daha asan yolunu göstərəcəm. Bu bildiyimiz ChatGPT-dir. Mən sizin üçün indi pulla ala bilərsiniz. Səhv eləmirəmsə 7 dollar və ya 6 dollar olmalıdır ChatGPT-nin təzə sürümüdür deyə səhv eləmirəmsə. Mən nə etmişəm? İndi növbəti dərslərimizdə görəcəyik. Süni intellektlə dostlar, targetoloq İlham qoymuşam adımı. Özümə bir dənə ad qoymuşam. Bu da mənim şəklimdir, düzdür, oxşamır mən, amma öz loqomu qoymuşam bura. Nə etmişəm? Targetoloq İlham yazmışam. Burada nə edirsiniz? Bu verdiyim bir şirkəti, məsələn örnek edirəm də, hər hansı bir şirkətiniz var və o şirkət haqqında sizə bir target hazırlayır. Məntiqli target hazırlayır. Mən bir dənə ona yazıram ki, şirkətim budur, budur, məlumat verirəm və mənim üçün bir dənə target hazırlayır. Mən avtomatik o targetimi də süni intellektlə bura yığıb yoxlayıram. Təbii ki, baxın misal üçün örnəyi göstərim sizə. Baxın bu hissədə. Bunlar növbəti dərslərimizdə görəcəyik. Gəlirəm hədəf kütləyə. Nəyi bildik? Demoqrafik bilgilər. Onlar kimdir? Biz müştərimizi yaxşı tanımalıyıq dostlar. Onun kim olduğunu, coğrafi harda qalır. Əgər mənim ürünüm premium bir üründürsə, yəni maldırsa, mən məntiqimi işlədərək haranı seçməliyəm? Sual verirəm. Bahalı bir ürün satıram dostlar. Gəlin bir dənə məntiqimizi işlədək. Görək IQ-muz neçədir. Mən bahalı bir ürün satıram. Okay. Mən burdan haranı seçməliyəm? Azərbaycan xəritəsindən söhbət gedir də. Hansı bölgələr? Aysol, Targovun seçməliyəm. Okay, misal üçün. Necə? Amma Targov eşitmişəm. Çatdırılma yox, mən ürün Targov demişdim ki, okey. Çatdırılma yoxdur. Sadəcə mal ürün satıram da, yəni belə deyək. Çatdırılma olsun, olmasın, fərqi yoxdur. Yəni ona takılın. Bir dənə sırayla gedək dostlar. Hərə bir dənə desin, zəhmət olmasın. Hərə bir dənə desin. Məsələn, molları. Mehriban dedi ki, molları. Okey, başqa bir dənə bir deyin. Nərim Ay, okey. Nərminin də bir fikrini aldıq. Başqa kim nə demək istəyir? Elvin. Axı siz premium ürün satırsınız. Biləcərdəki adam sizin ürününüzü ala bilər. Ya, bax, gəlin belə bir şey deyim. Bax, belə bir şey deyək də. Sən həmin o Gəncədəki bir dənə adama çıxmağın məsləhətdir, yoxsa Bakıdakı məsələm deyirəm də, Bakıdakı 10 dənə adamı tapmaq mı?
Sən ona mı pul xərcləyərsən, yoxsa 10 dənə adama mı? Bir dənə adama mı pul xərcləmək istəyirsən, yoxsa 10 dənə adama mı? Təbii ki, 10 dənə adam. Ayşə, ona görə bizim əsas niş hədəf kütləmiz olmalıdır. Niş hədəf kütlə, yəni niş dediyim ana kütlə, türk dilində ana kütlə deyirlər. Niş hədəf kütləmiz olmalıdır. Yəni mən oturub bir dənə Gəncədəki adam üçün reklam qoymamalıyam ki, nə vaxt Gəncədən biri mənim ürünümü alar. Məsələm deyirəm təbii ki. Ona görə bizim bu prosesimiz necə olmalıdır? Biz seçəcəyimiz yerlər var. Örnək deyirəm, Milyonerlər məhəlləsi, Targovunun özü, Kargo bayaqlar başa düşmüşdüm. Targovunun özü, məsələn Port Baku, Mərdəkan, məsələn. Örnek edirəm Sibriz bu tərəflər, Nardaranın bu tərəfləri. Neynir? Avtomatik olaraq mənim hədəf kütləm spesifik luxury ürün alan insanların qabağına çıxacaq. Mən oturub Məşdağadakı bir adama, indi Məşdağada demirəm, kasıb var, yəni kasıb şeyindən xitabından getmirəm. O ürünümü alacaq bir insan varmı? Başa düşdünüz? Bir dənə Varovski də olar, bəli. Bir dənə o insan üçün mən bütün Azərbaycanı eləməliyəmmi? Mən birinci hədəf kütləmi bilməliyəm ki, 5 dollarlıq bir reklam qoyuramsa, 10 dollarlıq bir reklam qoyuramsa, onu mən səmərəli şəkildə xərcləyim. Yəni mənim Gəncədəki bir adam və yaxud Şamaxıdakı bir adam, Xaçmazdakı bir adam, bir nəfər mənim oradan ürünümü alacaqsa, mən oturub 10 dollarımı ona xərcləməməliyəm. Daha çox mənə lazım olan bölmələrə xərcləməliyəm. Ona görə bizim hədəf kütləmiz spesifik olaraq ayrılır. Onu nəzərinizdə olsun. Onu da ki, süni intellektlə də edə bilərik. Normal məntiqimizi qoya da bilərik. Ona görə coğrafi bölüm bizim üçün çox önəmlidir. Ölkə, şəhər, məhəlləyə qədər bizim üçün önəmlidir ki, hansı yerdə biz reklamlarımızı çıxmalıyıq. Psixoqrafik İnsanların həyat tərzi, dəyərləri, maraqları, yəni bizim baxın bu hissəmiz. İndi növbəti dərslərimizdə görəcəyik bunların hər bir detayını. Sadəcə örnək göstərirəm. Məsələn, family and relationship deyir, ailədir, məsələn, atadır, anadır, evlidir, məsələn, uşaq sahibidir. Bunlar məsələn bodybuilderdir, fiziki exercise-da hazırlaşır. Yəni bəli, baxın, ə, nə deyə bilərsiniz mənə? Mən sosial platforma öz brendimi böyüdərdim ki, bütün ölkə tanısın. Orada maks neçə hədəf kütlə qoya bilirik. Orada istədiyiniz qədər qoya bilirsiniz, heç bir problem yoxdur. Amma mən sizə deyəcəm, 5-dən 8 arası maksimum qoymalısınız. Çünki çox qayanda baş qarışıqlığı olur. Gənclik bilər eyni deyil. Mən sosial media platformu öz brendimi böyüdürəmdi. Nə ölkələr tanısın ya da məkan olaraq Bakıda, Casual Mall-da yaradılma, o brend mağazası o ya da bir məkan, bir də Almaniyada yaradardım. Təbii ki, indi bu sizin özünüzün qərarıdır, dostlar. İndi necə ürəyiniz istəyir, brendinizi elə formalaşdıra bilərsiniz. Amma yəni bizim algımız budur ki, mən bir ürün satıramsa, o insana xitab edirəm. Məsələn, indi sizə təlim müddətində göstərəcəm. Mən neynəmişəm burada? Baxın, örnək edirəm, bütün Azərbaycanı seçmişəm. Azərbaycan dedim, Bakını seçmişəm. Gəlmişəm ikinci hədəf auditoriyam da başqa bir eyni targetlə Bakının bəlli bölmələrini seçmişəm. Baxın, misal üçün. Buradadır. Hansıdır? Bu olmalıdır, səhv eləmirəmsə. Baxın bir dəqiqə. Deyəsən bu olmalıydı. Uşaqlara göstərəndə deyəsən seçdim. Hı. Baxın, görün burada da eyni situasiyadır, yoxsa şeydir. Hə, uşaqları göstərəndə eləmişəm öncəki dərsdə. Məsələn, gəlmişəm, bunu sildim. Gəlmişəm bəlli bir nöqtələrə seçmişəm. Mənə Sumqayıt tərəf və yaxud burdakı Meştağa tərəf və yaxud Saray tərəf məni maraqlandırmır. Hə, ola bilər bu insan burada yaşayıb, burdakı hədəf auditoriyam uyğundur ya. O tutub Bakıdan maşınla gəldi, deyəlim ki, bu hissədə olanda avtomatik olaraq mənim radiusumun içərisinə düşür və mənim həmin o reklamımı görmüş olur. Yəni mən oturub Sumqayıtdakı adama reklam ayrıca çıxsam, mənə dəxlisiz insanlar da görmüş olacaq mənim reklamımı. Başa düşürsüz məsələ nədir? Mən düzgün şəkildə xərcləməyi bilməliyəm hədəf kütləmdə. Psixoqrafik bölümü budur. Həyat tərzimiz və maraqlarımız. Sportla maraqlanmaq. Davranışlarımız var dostlar bizim. Buna ingilis dilində behaviors deyirlər. Behaviors bizim davranış qaydaları deməkdir. Burada gördüyünüz kimi baxın bu hissələrdir. Məsələn, örnək edirəm
digital aktivitelər, mobillər, bunlar təbii ki, sonrakı proseslərimizdə görəcəyik, travel-la göstərək. Məsələn, tez-tez səyahət eləmək alışqanlığımız var bizim. Frequency travels deyirlər. Frequency travels tez-tez səyahət eləyən insanlardır. Məsələn, tez-tez xaricə səyahət eləyən insanlar. Baxın nə qədər detallıdır bu target prosesi. Ona görə bunu yavaş-yavaş biz beynimizdə məntiqsel formalaşdırmalıyıq. Hədəf kütləmizi e, bəli. Bəli, bəli. Bəli, bəli. Hər bir şeyi detallı olaraq seçə bilərik. Amma indi onu ehtiyac varmı, yoxmu, o biraz tartışılır. Onu biraz aşağı bölümlərdədir, orada hissələrdədir. Və təbii ki, buradakı bir dənə proses var ki, bizim reklamlarımız harda çıxsın, Instagramın hansı bölümündə çıxsın. Onlar təbii ki, hər bir detayı təlimdə keçəcəyi narahat olmayın. Ki pulumuzu, baxın, xərclədiyimiz pulu, yəni məsələn mən bura 7 dollar qoymuşam, 7,50 qoymuşdum səhv eləmirəmsə. 8 dollar qoymuşam. Baxın, 8 dolları buna düzgün şəkildə xərcləsin. Mən bu 8 dollarımı verimli, türklər demiş, verimli şəkildə aparım. Yəni mən bu 8 dolları 0,2 qəpiyini belə boşa xərcləməyim. Çünki mən bunun auditoriyasına düzgün baxa bilməliyəm. Baxın, indi təlimdə göstərəcəm, yenə də sizə nələr öyrənəcəyik, onu da yenə də ilkin anlayışları göstərim. Baxın, mən gəlib burdan mənim həmin bu reklamlarıma neçə yaş insanlar baxıb, neçə yaş daha çox mənə yönələn insanlar kimlərdir? Mən avtomatik olaraq digital marketinqin, ənənəvi marketinqin arasındakı fərqi demişdim sizə. Yadınızdadır, ölçülmə demişdim öncəki dərsdə. Mən bunları avtomatik olaraq ölçə bilirəm. Baxıram ki, 35-44 yaşlı insanlar məndə 13 dənə mesaj atıblar. Bu mənim üçün əslində düzgün bir strategiya deyil, amma mənim burada 12 dollarım xərclənib. Mən götürüb 12 dolları bu yaş aralığındakı insanlara xərcləməyim daha məntiqli olardı. Amma burdan da mənə gəlirdi ya, mən buranın qapısını bağlamamışam. Başa düşdünüz? O mənim öz strategiyamdır. Siz ürəyiniz istəsə, misal göstərirəm təbii ki, özünüz görərsiniz ki, hə, buna pul gəlmir, götürüb bunu hədəf auditoriyanızdan çıxardarsınız. Nəzərinizdə çatdırım ki, 28, 18, 24. Baxın, növbəti dərslərimizdə görəcəyik, amma yenə də başa salım. Yaş aralıqları 20, 18, 24, 25, 34, 35, 44. Bax bir fikir verirsiniz, bax bu yaş aralıqları deməkdir. Yəni oturub siz birdən-birə indi deyirsiniz ki, burada 40 yaş qoysaz, bu avtomatik onsuz da 40-a 44-ə qədər göstərəcək. Başa düşdünüz? Elə bir şeylər var. Ona görə o növbəti dərslərimizdə detallı başa salacağam sizə. Nümunə burada demoqrafik bilgilərdir. Uşaq bezi satan bir brenddir. Bütün qadınları deyil, 25-40 yaşlı yeni valideynlərə hədəfləyirik. Yəni mən oturub bütün qadınları seçməyim düzgün olmaz. Çünki uşaq bezlərini kişilər də alır və genel olaraq statistikalara görə analar atalara deyirlər ki, bəs uşaq bezi lazımdır. Amma biz onu bütün analar olaraq götürməyimiz düzgün olmayacaq. Çatdırılma xidmətidir. Baxın sizdəki bayaqları sual. Çatdırılma xidmətidir. Bütün Bakını deyil, misal üçün Gənclik metrosu ətrafında 5 kilometrlik bir çatdırılma xidmətimiz var. Biz nə edirik? Məntiqsel olaraq 5 kilometrlik bir hədəf seçirik Gənclik istiqamətində. Psixoqrafiklərimiz nələrdir? Ekoloji təmiz məhsullarımız var. Misal üçün onu bütün qadınlar olaraq deyil, sağlamlığı və təbiətinə dəyər verən insanlar seçirik. Yəni biz ona görə hədəf auditoriyamızı ona görə ayırırıq. Ekoloji belə deyim, məhsullar üzərindən gedirik. Danışa bilmədim. Ağzım quruyub bir dəqiqə. Məsələn, gəlin sizə örnək göstərim. Biz United Kingdom ölkəsi var idi də, bu British nə deyirlər ona, İngiltərə. İngiltərədə United Kingdomda biz reklam çıxmışdıq. İndi mən sizə onları göstərim bir-bir. Nəticəni qoymuşam aşağıya. Lap ilkin dövrlərdə idi. Aha. Bu United Kingdomda çıxdığımız reklam nəticəsidir. Bu sırf 1,50 qəpik bu Azərbaycana getməsin beyninizdə. Bu normalda Azərbaycan üçün belə deyim, orta sayılır, yaxşı nəticə sayılmır. 1 dollardan aşağı nəticə Azərbaycan üçün yaxşı nəticə sayılır. Amma İngiltərədə nüfus çoxluğu var, 38 milyon əhali var orada. Sosial media istifadə edən insanlar var. 38 milyon üçün siz 22 dollardan 1,50 qəpik çox ideal nəticə olaraq sayılır. Bu indi fərqli şirkətlərdə, fərqli ölkələrdə dəyişir. Amerikada məsələn minimum 15 dollardan qoyursunuz reklamları. Bizim müştərimiz vardı Amerikada, onun üçün elə qoyurduq məsələn. Bizim elə bir örnek edirəm, 1 dollarımız oranın 15 dollarıdır.
Nüfus çoxdur deyə. O baxın 15 dənə mesaj gəlib veb sayta yönləndirmə add to cart. Baxın veb sayt add to cart deyir, add to cart eləyiblər. 15 nəfər artıq bu ürünü alıb. Nə etmişəm? Mən xüsusi bir reklam kampaniyası yaratmışam. Evimdə oturmuşam, İngiltərəyə reklam çıxmışam. Başa düşdünüz məntiqi. Hədəfimi də nə etmişəm? 22 dollarda 1.50 qəpikdən mənim reklam ücretimdir və mən 15 dənə ürün satmışam. Bunun da maliyyət dəyəri gəlir bunun qat-qat bir 3 qatımı, 4 qatımı maliyyət dəyərindən çıxır. Həmin bu ürünün. Evdə otura belə deyim bir şeylər satmışıq xarici ölkəyə. Məntiqi başa düşdünüz? Məntiqi yəqin ki, başa düşmüsünüz də. Davam edirəm çünki. Dəqiqənin neçə dəqiqədir? Hə, 1 saat 11 dəqiqə. Keçdim ikinci bölümün bölümə, belə deyim. Bayaqki personanın bölümünə keçirəm bura. Deməli nədir məsələ? Biz həmişə buyer personamızı bilməliyik. Bayaqları xanım dedi ki, mən bir baxım ürünü satıram və bu ürünümüzün buyer personası olmalıdır. Bu hər hansı bir şirkətin də ola bilər. Misal üçün havalandırma şirkəti ola bilər. Bu restoran ola bilər. Bu hər bir sektor üçün buyer persona yığılmalıdır. Adı nə, mənası nədir? Alıcı müştəri, alan müştəri belə deyək. Bu nədir? Xəyalımızda bir müştərini qururuq. Bunu süni intellektlə dəstəyi ilə eləyə bilərik. Ona bir adla şəkil qoyuruq, demoqrafiyasını yazırıq, yaşını falan yazırıq, harda yaşadığını, məqsədini və ağrı nöqtəsini yazırıq. Pain point deyəcəyik dostlar buna. Biz nə edirik? Biz həmin bir şirkətimizin bir simvolik, xəyali bir personasını yaradırıq dostlar. Məsələn, örnək. Aydan Mustafayeva. Stil həvəskarıdır. Data olaraq məndə məlumat özümdə. 32 yaşı var, marketinq meneceridir. Ailəli deyil, subaydır. Çünki biz subay insanlara da fərqli kontent çəkə bilərik, hazırlaya bilərik. Evli insanlar üçün də ayrı kontentlər hazırlaya bilərik. Ona görə bizim üçün demoqrafik bilgilər önəmlidir. Gəlir qaynağımız nədir? 2000 manatdır misal üçün. Lokasiyamız Bakı ərazisində qalır. Məqsədi nədir? Bizim bir şirkətimiz var dostlar. Şirkətimiz xəyali bir şirkətdir təbii ki. Bir dieta ürünləri satan, dieta yeməkləri satan bir şirkətdir. Və bu şirkətimiz həmin o insanların qabağına çıxmaq üçün bir strategiya qurmalıdır. Məntiqsel gedirəm indi. Mən bir adım olsun Diet Food, adım elə bir Diet Food olsun. Diet Food'un məqsədi aydan kimi insanların qabağına çıxmaqdır. İndi gəlin bir dənə psixoqrafik üzərindən gedək. Karyerasında uğur qazanmaq, sağlam qidalanmaq və səyahət etməyi sevir. Ağrı nöqtəsi isə nahar üçün sağlam yemək tapmaqda çətinlik çəkir. İşdən sonra yemək bişirməyə vaxtı yoxdur. Baxın, bu bunun ağrı nöqtəsidir. Mən Aydana işlədiyi vaxtda, bir saat 12-dən nahar vaxtında, 15:00 kimi nahar vaxtı neçədədirsə, o vaxtlar arasında mənim güclü bir dənə kampaniyam olmalıdır. Aydan deyir ki, kaş ki həm dadlı, həm də sağlam olan bir yeməyi bişirmək mənim üçün hazırlayıb gətirərdilər. Yeməyi bişirmək mənim üçün hazırlayıb gətirərdilər. Bu da biraz səhvlik olub. Yazıda e, gətirərdilər. Mən deyirəm ki, mən bir dənə Aydan üçün kampaniya yaradım. Kampaniyam bu olsun ki, bizim üçün seçilmiş kalorisi hesablanmış sağlam yeməkləri qapınıza gətiririk. Nə edirəm? Bir dənə kampaniya başladıram və yaxud post və yaxud bir dənə şəxsi çıxardıram. Deyirəm ki, bəs nahar üçün sağlam yemək tapmaqda çətinlik çəkirsiniz, misal üçün. Sizə möhtəşəm bir belə deyim, nahar yeməyimiz var. Kalorisi, nə bilim, 500 kalori. İçərisində bulğuru, döş əti, nə bilim, toyuğun döş əti, nə bilim, qızardılmış toyuğun döş əti və yaxud salat və bunların hamısı sadəcə 10.99-a. Neynədir? Aydın avtomatik olaraq mənim o restoranımı görür və mənim o təklifimi görür və onun ağrı nöqtəsi nə idi? Naharda yemək tapa bilməməsi, işdən sonra da ac qalmağı. Bu Aydan naharda da mənim yeməyimi alma ehtimalı var. İşdən sonra da mənim yeməyimi alma ehtimalı var. Çünki mən onun ağrı nöqtəsinə toxunmuş bir insan oluram. Biz ona görə buyer personamızı yaradanda onun məqsədi ilə ağrı nöqtəsini ayırırıq və biz onun ağrı nöqtəsinə görə, məqsədinə görə ona təklif paketi hazırlayırıq və yaxud kontent hazırlayırıq. Başa düşdünüz məntiq nədir bizim bu buyer personadakı? Həmin o məqsədimizə çatacağımız müştəri. Aşağı düşəcəyim nədir? Məlumatları hardan əldə edirik? Dostlar, ümumiyyətlə biz bu personamızın, baxın bu personamızın məlumatlarını alamağı bilməliyik. Ya bunu mövcud müştəri hansı bir şirkətə gediriksə, şirkətin hansı bir mövcud datası olur və yaxud yoxdursa, təqribi bir şeylə olur. Deyir ki, məsələn, bayaqları xanım dedi ki,
Mənim müştərilərim 30 yaş üstüdür, misal üçün. Təqribi bir qiymət deyir. Yaş aralığı deyir. Nə edirəm? Mən avtomatik olaraq mövcud müştərilərimin datalarını həmin o şirkətdən alıram, məlumatlarını o şirkətdən alıram. Və yaxud sosial media statistikalarına baxıram. Misal üçün Insight bölümü var. Buna dashboard olaraq keçir. Panolardan baxın, dashboard olaraq keçir. Mənim bu səhifəmə və yaxud hansısa bir hər hansı bir şirkətin səhifəsində o fərqi yoxdur. Onun burada dataları görsənir, takipçiləri görsənir, onun burada məlumatları görsənir, neçə nəfər giriş eləyib, neçə nəfər gir çıxış eləyib. Bunların dataları biz indi göstərəcəmsə Meta Business Suite-də göstərilir. Həmin bu saytın içərisində göstərilir. Insight bölümündə Insight bölümündən baxa bilirik ki, bizim yaş aralıqlarımız kimlərdir və nələrdir. Bunu növbəti dərslərimizdə görəcəyik, audienslarımızda. E, Bunu sonra göstərəcəm sizə. Google qalsın hələ ki. Baxın, misal üçün, lifetime-larımız neçə yaş arasında insanlar bizə baxır. Bunlar hamısı bütün datalar bizdə olur. Buradan baxa bilirik. Yaş aralıqlarına, bölgələrinə, aktiv saatlarına. Bir də anketlərimiz olur, dostlar. Google formlar. Mən nə etmişdim keçən dəfə? Gəlin sizə bunu göstərim. Mən nə etmişəm? Mən süni intellekt təlimləri də verirəm, dostlar. Getmişəm süni intellekt təlimlərim üçün ödənişsiz, baxın, ödənişsiz bir webinar hazırlamışam. Və webinarımda bir dənə anket açmışam. Anket dediyimiz Google belə deyim, Google Formsdur. Aha, Google Formsdan bir dənə anket açmışam. Demişəm ki, baxın belə bir şey göstərim örnək olaraq sizə. Google Forms'da açmışam ki, süni intellekt təlimlərinə ödənişsiz webinara qoşulun, məsələn deyim, webinara qoşulun. Mən gəlirəm buna nə edirəm? Avtomatik olaraq altına adını, familiyasını, hansı yaş aralığındadır, işlədiyi nə bilim yer hardadır, adı nədir? Məsələn, sosial media mütəxəssisidirmi, memardırmı, dizaynerdirmi? Mən avtomatik onların datalarını götürmüşəm. Və burada həmlar avtomatik doldurandan sonra responses bölümü var. Bura mənə bütün datalar düşür ki, misal üçün 50 nəfər sənin formunu doldurub, onların 45 nəfəri 18 ilə 24 yaş arası insanlardır. Mən nə etmiş oluram? Avtomatik olaraq mən müştərimin hansı yaş aralığında olduğu, harda işlədiyi, nömrələrini, müştərimin nömrələrini təbii ki, biz təlimdə öyrənəcəyik, dostlar. Onu mən sizə düzdür əlavə göstərəcəm, yəni əlavə dərs kimi atacağam elə bir video halında, onu girib özünüz baxacaqsınız. Biz müştərilərimizə nömrələrinə qədər çıxa bilirik. Customs list dediyimiz bölüm var. Baxın bu hissədə. Bu hissədə bizə avtomatik şablon verir Excel formasında. Müştərilərin nömrələrini yazırıq. Nömrələrindən avtomatik həmin o insanlara, onların bənzərlərinə reklam çıxa bilirik. Ona görə nəzərinizdə olsun. Bir də qaldı rəqiblərimiz. Rəqib analizi mənim tələbələrimdən ən birinci tələb elədiyim şeylərdən biridir. Rəqibinizi bilməsəz, qətiyyətlə nə ürün çıxarda bilərsiniz, yəni dediyim ürün, yəni arada türk dilində sözlər işlədirəm uşaqlar. Yəni bildiyin, güman edirəm ki, bilirsiniz də, yəni problem deyil. Mən özüm 7 ildir Türkiyədə qalmışam deyə arada o ətiniz tökülə bilər də türk dilində sözlər işlədəndə nəzərinizdə olsun. Belə deyim, ürünlərimizin rəqibləri var. Rəqiblərimizi bilmədən qətiyyətlə nə paketlər hazırlayın, təklif paketləri. Nə də ki, bir ürün çıxardın ortalığa. Mütləq şəkildə mənim rəqibim yoxdur. Tikinti AI ilə bağlı, mənim rəqibim yoxdur. Əgər mənim belə bir səhifə örnək göstərəcəm, əgər mənim bir dənə başqa bir rəqibim var, bu rəqibim mənim səhifəmi analiz eləyəcək. Görəcək ki, bunun səhifəsinə bax, səliqəlidir, nə bilim, bax bu videoları var. Məsələn, bu videoma nə qədər adam baxıb? Görüm nə qədər bunu təzə paylaşmışdıq Xarı Bülbülü. 3425 nəfər baxıb məsələn bu videoya. Deməli belə videolar, belə kontentlər tutur. Bax Xarı Bülbül, nə bilim, Azərbaycanın memariləri deməli yaxşı kontentdir. Bax, nə edirəm? Girirəm səhifəyə, başlayıram analiz eləməyə. Mənim analiz eləyəcəyim son 11 dənə və 10 da ola bilər, fərqi yoxdur. 11 dənə və yaxud 12 dənə postlarımdır. 3, deyəlim ki, 3, 9, 12. Məsələn, deyəlim ki, bu 12 dənə postumu analiz edirəm. Like sayısına baxıram, baxış sayısına baxıram. Başlayıram bunları analiz eləməyə və girirəm rəqiblərimə baxıram. Məsələn, gəldim bura, yazıb ki, çox gözəl
E, Amma yeri səhvdir, çünki orada olsa qala divarları kölgədə qalar, nə bilim göydə indi nəsə özündən bir alimli bir şey yazıb, məsələn deyirəm. Binanın şurasının başqa yerində falan inşa etmək olardı. Bilirəm bu sadəcə süni intellektdə hazırlanmışdı, layihələr nə bilim falan filan. Yəni görürəm ki, hə, belə şeylər yazırlar. Mən gedəcəm, məsələm göstərirəm ha bunu. Şuşanın e, başqa bir obasında bunu tikəcəm. Rəqib bir firma kimi. Nə edəcəm? Avtomatik həmin bu müştərimi gözünü oxşayacağam. Hə, bu da yazacaq deyəcək ki, "A, çox gözəldir, tam da istədiyim yerdədir." Başa düşdünüz məntiq nədir? Yəni mən bu rəqibimi burdan avtomatik tapa bilərəm. Və yaxud mən bunun profilinə daxil oluram. Baxıram ki, bu qardaşın təqribən yaş aralığı nədir? Aha, bax incəsənətlə məşğuldur. Bax fikir verin dostlar. Elə qəşəng bir örnəklərdən biridir. Ha, qardaşımız burada belədir, qüsurludur, amma Allah can sağlığı versin. Deməli nədir? Özündən nə edib? Bu oturub baxıb bir şeylər hazırlayıb, e, nə edib? Sənətkardır bu adam. Mənim deməli səhifəmə, baxın bu səhifəmə. Sənəti sevən insanlar baxar. Çünki burada xarı bülbül. Mən nə edəcəm gələn dəfə? Bunun bir dənə qəşəng bir başqa dizaynını hazırlayacağam. Xarı bülbül olmayacaq. Butadan bir bina hazırlayacağam. Bax, şeydir, Zeynəb, yaxşı yadıma düşdü. Zeynəb mənim tələbəmdir, elə qulaq asır. Bax, qəşəng ağlıma gəldi elə dərsin ortasında. Qəşəng bir dənə bu Hə, bunu bir dənə qəşəng butadan bir dənə şey hazırlayarsınız. Bir dənə qəşəng bir mənzərə, bir dənə bina tikərik. Şüşədən olacaq belə tərzdə. Başınız var olsun. Gəldik nə elədik? Biz bunun rəqiblərimizi baxdıq, araşdırdıq, rəqiblərimizi tanıdıq. Aşağı hissədə indi sizi ilə bərabər bir praktika eləyəcəyik dostlar. Normalda istəyərdim əyani qoşulaq, biz belə deyim, havaya görə eləyə bilmədik, amma bir dənə sizdən tək-tək məntiqsel olaraq getməyinizi istəyəcəm. Deməli, mən bir texnoloji şirkətəm, uşaqlar belə başa salım sizə. Texnoloji şirkətəm və mənim planşet satıram. Biz uşaqlar üçün təhlükəsiz planşet satırıq. Müştərimiz kimdir? Okay, praktiki məşğələmiz budur. Orxandır, qayğıkeş atadır. Demoqrafik bilgisi, 35 yaşı var. IT mütəxəssisidir. Bax, bura diqqətlə qulaq asmalısınız. Evlidir, iki uşağı var. Biri 5 yaşında, biri 8 yaşında. Təqribidir ya bunlar dostlar, xəyalidir. Yəni sizdən də belə bir şey istəyəcəm. Məqsədi nədir? Uşaqlarının inkişaf etməsi və texnologiyanın faydalarını öyrənməsidir. Məqsədini bildik. Qorxusu nədir bəs? Pain point, əsas nöqtəmiz. Uşaqları internetdə zərərli məzmunlara baxmasında və ekrandan asılı qalmasından qorxur. Mən bir texnoloji şirkətəm və Orxanın bilirəm ki, Orxana elə bir təklif verəcəm ki, planşetini elə göstərəcəm ki, o avtomatik olaraq mənə fokuslanacaq. Sualım: mən təklifimi müştərinin diqqətini çəkmək üçün necə qurmalıyam? Aydındır sualım? Ona necə bir sözlə, bayaqlar nə etdim? Dedim ki, sizə möhtəşəm bir təklifim var. Məsəl üçün biz kalorisi bu, nə bilim döşəti, budur, bunları təklif edirik insanlara. Aydan avtomatik olaraq mənim ürünümü alır. İndi sualım budur ki, mən Orxanın diqqətini çəkmək üçün planşetimi necə satmalıyam? Necə göstərməliyəm? Birinci olaraq gəlin etap-etap gedək dostlar, bir dəqiqə. Deməli İzzət Nəsirova, hə, buyurun. İzzət xanım. Ay sağ ol. Aha, bəli. Səsiniz biraz belə pis gəlir. Aha. Ay sağ olun, ay sağ olun. Çox gözəl. Valideyn nəzarəti olan bir proses. Fidan. Bu arada bir dəqiqə çox üzr istəyirəm. Mesaj atan gördüm. Mesajlar niyə burada görsənmir? Burada olmalıdır. O, bir dəqiqə gözləyin dostlar. Bu belə olmamalıdır normalda. Aha, belə eləyim. Tam okey. Tam detallı eşitmədim. Sual buydu ki, mənim planşet yəni texnoloji bir şirkətəm və mən Orxana planşet satmaq istəyirəm. Amma qorxuları var və məqsədi var. Mən qorxularını da bildim, məqsədini də bildim. İndi
planşetimi satmaq istəyirəm. Necə sataram? Burada yazmısınız ki, üzərində qoruyucu eynək hədiyyə edə bilərəm. Bu ola bilər, bir təklifdir bu da. Bu da keçərlidir əslində. Deyirəm ki, bu planşeti almaq istəyənə üstündə şüadan qoruyan eynək edə bilərsiniz. Bu okeydir. Bu da uyğundur əslində. Başqa? Ice Soul. Aha. Yo, yo, mən başa düşdüm sizi. Aha, başqa? Aha. Yəni Nərmin xanım demək istəyir ki, uşaqların inkişafından qalmaması üçün texnologiyadan ona dərs proqramları, yüklənilmiş dərs proqramları planşeti avtomatik olaraq içində dərs proqramları var. Örneğin deyirəm, riyaziyyatın öyrənmək üçün bir proqram var içərisində. Avtomatik yüklənib. Aha. Aha, o da gözəl bir fikirdir təbii ki. Çünki IT mütəxəssisidir, düzdür Orxan? IT mütəxəssisi ona elə şeylər daha çox maraqlı gələcək. Çünki bu adam bu işin içindədir. Çox gözəl. Başa düşdünüz məntiq necədir? Bəli Fidan, buyur. Mikrofon bağlıdır bu arada evdə. Satış üçün əgər onu almaqda qorxusu odur ki, gözlərinə ziyan olar, kampaniya yaradaram. Okey, bayaqlar dediyimiz kimi Mehriban xanım demiş səhv eləmirəmsə. Hə. Mehriban xanım nə dedi? Dedi ki, gözlərinə ziyan olmaması üçün üstündə eynək hədiyyə edirəm. Şüadan qoruyan eynək. Düzgün bir strategiyadır. Yəni biz nə edirik? Orxanın çox gözəl, hamı məntiqi tutub. Biz nə edirik? Orxana o mesajımızı çatdırmaq üçün nə etdi? Dedi ki, qabaqcıl valideyn nəzarət sistemi, yüklənilmiş təhsil proqramları. Görürsüz, baxın, zərərli məzmunlardan qorxurdu, boş vaxt itkisindən qorxurdu Orxan. Orxanın atası. Neynədik? Biz ona həll yolu verdik. Dərsimizin birincisində nə demişdik? Müştərilərin problemlərini həll edə biləcəyi bir marketinqin əslində təməllərində yatan şey oldu ki, müştərimizin problemlərini həll edək. İndi təbii ki, bu sizdə iPhone işlətmək kimi bir problem, yəni mən iPhone işlətmirəm, bu mənim bir problemim deyil əslində, amma prestij baxımından da o insanın qabağına keçir. Ona görə bizim müştərilərimizə həll təklifləri etməyimiz mütləq şəkildə lazımdır. Məhsul yox, bəli, valideyn nəzarətidir. Bu bu dediyimiz kimidir, valideyn nəzarətidir. Bu qabaqcıl valideyn nəzarət sistemi deyirik ona. Məsələn, valideyn nə edir? Baxır ki, misal üçün uşağının adı Rasim olsun. Rasim 2 saatlıq planşetlə oynayır. Məsələn, neynir? Avtomatik düyməyə basır, tak planşet söndü. Həmin bu qabaqcıl valideyn nəzarət sistemi, həmin o sistemdir. Yəni siz dediyinizdir. Yəni biz nə etmiş oluruq avtomatik olaraq? Orxanın problemlərinin həllini satırıq. Yəni texniki göstəricilər ikinci dərəcəlidir. Biz onun avtomatik olaraq problemlərini nə etdik? Həll eləmiş olduq. Ona görə bizim ev tapşırığımız olacaq, dostlar. Nə edəcəyik? Sizdən öz biznesinizlə bağlı ola bilər və ya xəyali qurduğunuz bir ideya ola bilər. Hər hansı bir problem çözmək dediyimiz məsələ var. İki dənə buyer persona hazırlayırsınız. Bunu indi mən sizdən tələb edəcəm. Təbii ki, yazılı şəkildə. İndi ChatGPT falan istəmirəm hələ ki. Birinci öz təxəyyülünüz mənə lazımdır. Ona görə hələ ki, süni intellektdən istifadə etməyin dostlar. Xahiş edəcəm sizdən. Nə edəcəksiniz? Bir dənə demoqrafik məlumatlar verəcəksiniz. Həyat məqsədləri qoyacaqsınız həmin o insanın adını falan yazın. Əsas problemləri nədir? Şirkətinizlə bağlı. Baxın. Başa düşməsəz başa salaram sizə. Şirkətinizlə bağlı və yaxud xəyali qurduğunuz bir şirkətlə bağlı. Mən nə etdim? Xəyali olaraq bir texnoloji şirkət elədim və müştərimin personasını yaratdım. Mən bir şey satmaq istədim. Əsas problemləri və sizin məhsulunuz ona necə kömək edə biləcək tərzdə bir ev tapşırığınızdır. Yazılı şəkildə eləməyiniz kifayətdir. İstəsəz Word-də yazın, istəsəz əllə yazın, şəklini çəkin, atın, amma eləyin yəni. Bəhanə eləməyin ki, vaxtım yoxdur. Bu sadəcə olaraq bir yarım saatlıq vaxtınızı ala bilər maksimum. Yekun olaraq müştərini tanı, biznesini böyüt. Çox sadə. Hər kəsə satmaq
deyil, segmentasiya satmaq mütləqdir. Demoqrafik bilgilərimiz, personalımız və məhsulumuz ona ağrı nöqtələrini bilməyimizdir. Düzdür, presentation'a, yəni ilk dərsə qoşulan olsa, yəni sınaq dərsinə qoşulanlar var idisə, o məlumat vermişdim ona qısa olaraq. Bu belə. Baxım görüm, prosesimizin nədir, neçə dəqiqədir? Yarım saatımız da var. Dostlar, beyniniz yanmayıb. Yanıb beynimiz. Okey. Beyniniz yanmasın. Əla. Çünki son iki dənə slaydımız var. Axırda da biraz beynimizi rahatlaşdıracağıq. Bilirəm, dərslər biraz çox görsənə bilər. Baxın, push and pull var dostlar. Bunu ekstra məlumatdır. Ona görə sizə atacağım. İstəsəz oxuyarsınız, istəsəz oxumazsınız. Bu sizin qərarınızdır. BTL, ATL, NTTL marketing var. Bunlar hamısı dediyim kimi marketing sahəsində olan magistratura dərsləridir. Bunları qoymuşam. Məlumat almağınız lazımdır əslində. Girib baxarsınız. Hə, deməli bunları atacağam sizə. Bir dənə sizə nəyi göstərəcəm? Marketing funnel dediyimiz bir prosesdir. Yadınızdadır ilk dərsdə baxanlar var idi. Customer Journey Map. Yəni yadınızdadır Vüqar. Vüqar nə edirdi? Bir etaplardan keçirdi. Vüqarın bir telefonu xarab olmuşdu. O Vüqar nə edirdi? Avtomatik olaraq telefon alma prosesinə keçirdi. Bizdə marketinqdə marketing qıfı deyirik biz buna. Normalda ingilis dilində buna funnel deyirlər. Funnel bizdə Türklərdə də hunidir. Huni nədir? Marketinqimizin üst qismi var dostlar. Üst qismi, orta qismi və aşağı qismi. Bu isə loyalty olaraq keçir. Nəzərinizə çatdırım ki, suyu tökürsüz ha. Suyu nə edir? Genişdən başlayır yavaş-yavaş, kiçilə-kiçilə tökülür və axır öz axarında gedir. İndi bizim də prinsipimiz marketinqdə budur dostlar. Nədir bu? Gəlin gedək detallı olaraq. Marketinq qıfı nədir və niyə vacibdir? Biz bunu niyə bilməliyik? Bizim hər bir şeyimizi, istiqamətimizi ölçmək üçün kampaniyaları planlayarkən yol verəcək bizə xəritələrdən biridir. Ölçməyi öyrədir, prosesin hər bir mərhələsini ölçə bilirik və effektivliyini bilə bilirik. Müştəri itkisini minimuma endirmək üçün kömək edir bizə. Bu necə bir prosesdir? Gəlin tək-tək baxaq. Bunun məqsədi nədir? Huni modelimizin 4 prinsipi var dostlar. Birinci olaraq bilinirlik. Adında türk dilində bilinirlik deyirlər. Loru dildə, Azərbaycan dilində desək car çəkmək. Yəni mən müştərilərimə markamın haqqında insanlara geniş bir məlumat verirəm. Bu da bizim marketinqimizdə dostlar, biz reklam qoyanda, baxın reklam qoyacağıq indi bir dənə sizə bunu göstərim ki, nədən söhbət gedəcəyi sonrakı dövrlərdə başa düşəsiniz. Və mən car çəkəcəm. Gəlirəm bu hissədən created bölümünü seçəndə, created bölümü awareness-dir. İngilis dilində awareness olaraq keçir. Markamı prosta car çəkirəm ki, məndə belə bir şey var. Nə insanlardan etkiləşim gözləyirəm, yəni mən nə like gözləyirəm, nə onlardan komment gözləyirəm. Ürəkləri istəsə yaza bilərlər, o başqa məsələ. Amma bu mənim ucuz reklamlarım olur. Növbəti dərslərimizdə görəcəyik. Nə edirəm? Örnək edirəm, 5 dollara 50 min adamın qabağına çıxmağa çalışıram. Daha çox baxış yığmağa çalışıram. Və mən avtomatik olaraq nə edirəm? Brendimi tanıdıram. Mənim quşum oxumağa başlayır. Bu dönəmlərdə oyanır həmişə. Hə. Nə etmiş oluram? Avtomatik car çəkmiş oluram dostlar. Biz buna loru dildə car çəkirik. Yəni daha çox insana çatırıq. Hardadır o mənim? Hə, buydu. Hara getdi bu presentation? Hə, budur. Nə etmiş oluram? Car çəkmiş oluram. Marka haqqında məlumatlıq yaradan ən geniş mərhələdən ibarətdir. Biz yəni qıfın üstünü birinci eləməliyik. Etap-etap getməliyik. Belə bir şey yoxdur. Yəni əgər sən birinci şirkət açmısansa, gəlin sizə örnək göstərim. Mən bir bilinirlik şirkəti, mən bir İlhamın deyəm ki, səhifəsini qurmuşam. Götürürəm birincidən. Nə etmiş oluram? Çox üzr istəyirəm. Bir dənə gözlüyüm buradan keçim. Xarı bülbül. Hə. Mən nə etmiş olaram? Tikinti AI ilə bağlı, tikinti AI ilə bağlı. Avtomatik olaraq bir sistem yaradıram. Sistemim nədir? Birinci mən heç vaxt reklamımı satış yönümlü aparmamışam. Yəni mən birinci olaraq müştərilərimə gəlin məndən bir şey alın deməmişəm. Nə etmişəm? 4 dənə, 5 dənə video paylaşmışam və bu videolarımı da avtomatik olaraq insanlara çatdırmaq istəmişəm. Demişəm ki, 4-5 dənə videom var.
Daha çox insanın qabağına çıxmaq üçün 12 min adama, bax görürsüz, bax 12 min. Görürsüz burada. Nə etmişəm? Reklama qoymuşam. Baxın bunu reklama qoymuşam. Başqa görüm nəyi reklama qoymuşdum. Səhv eləmirəmsə bir dənə də tikinti prosesini qoymuşdum. Ha 2000 də bunu qoymuşam, bir dənə də bunu qoymuşdum reklama. Düzdür, ucuz qiymətdən qoymuşam, çox bahalı qiymətdən qoymamışam. Hanı mənim o video? Hə, burdadır. Burada nə qədər adam baxıb, bu niyə görmürəm? İnşaat ərazisi, ticari mərkəz, inşaat prosesi. Hardadır mənim bu video? Hə, bu da 12 min. Elə bunu göstərmişəm, yadımdan çıxıb. 12 min adamın qabağına çıxmaq üçün car çəkmişəm. Avtomatik olaraq nə etmişəm? İnsanlar mənim səhifəmi görsün deyə tanıtmışam. Sonra qiymətləndirmə. Müştərinin markanı rəqiblərlə müqayisəsi prosesinə keçirik. Biz nə edirik? Mənim onsuz da rəqibim yoxdur, yoxdur. Amma gəlin özümdən nümunə göstərim ki, mən bazarı araşdırmışam. Görmüşəm ki, başqa sosial media mütəxəssisləri mənim verdiyim təklifi daha çox qiymətdə verirlər. Mən insanların cibinə uyğun, öz auditoriyama hesablamışam. Hər verdiyim fayda çoxdur. Verdiyim mən bu təlimdə sizə verdiyim fayda çoxdur. Amma sizin cibinizə uyğun bir qiymətdədir. Normalda mənim keçəcəyim təlimlərin qiyməti yüksək olduğuna rəğmən siz nə etmisiniz? Baxmısınız ki, İlham müəllim bizə müştəri nə edir? Başlayır qiymətləndirmə ölçməyə. Müştəri gedir araşdırır başqa SMM kursunu. Görür ki, burada ancaq SMM dərsi keçirirlər, amma günümüzün dərsində sadəcə SMM deyil, süni intellekt də var. Süni intellektlə nələrsə əldə etməyi var. Aha, siz nə etmisiniz? Müştərilərin araşdırmısınız. Gəlmisiniz yanıma. Baxın, burada уже dönüşümdür. Conversion dediyimiz məsələdir. Consideration araşdırma deməkdir. Qiymətləndirmə. Qiymətləndirmədən sonra siz gəlmisiniz dönüşümə. Mən nə etmişəm? Demişəm ki, bu qədər kurs var, amma hələ də inkişaf yoxdur. Görmüsünüz nə demişəm orada videoda. Sonra əlimdən riski dayan. Onların hamısı dostlar. Mən sizə özümdən onlara hazırlamamışam. O kontent dərsimiz var, kontent dərsimizdə görəcəyik. Onları mən psixolojik olaraq sizə ekranda tutmağı bacarmışam. Sizin hal-hazırda burada olmağınız həmin o ekranda mənim videomu görməyinizdən asılıdır. Mən nə etmişəm? Bəli. Bəli, hipnozdur, bu psixolojikdir. Bayaqlar birinci dərsdə keçdim, barmağı saxlamaq. O bizim kontent dərslərimizdə olacaq. Narahat olmayın. Yəni sizə sübutlarla danışıram. Gördünüz bayaqlar nə idi? Sosial sübut. Mən sizə sübutlarla gedirəm hər bir şey ki, siz özünüz görəsiniz. Yəni mənə güvənəsiniz bu prosesdə. Nə etdim? Qiymətləndirmə elədim. Consideration. Siz mənə baxdınız digər kurslardan, daha sonra dönüşüm, qərar qəbulu və real alış-veriş mərhələsi. Nə edir? Sizin nömrənizi verirsiniz mənə. Mən sizi yönləndirəm əməkdaşa. Əməkdaş artıq burada satış prosesini aparır. Bunu təbii ki, özüm də eləyə bilərəm. Amma indi təbii ki, özüm də sizlə danışa bilirəm. İndi əməkdaşa yönləndirirəm, əməkdaş sizlə danışır. Əməkdaşa da mən özüm yönləndirmə vermişəm. Yəni ki, əməkdaşa başa salmışam ki, bax, müştəri zəng eləyəndə birinci ona deyirəm ki, siz ümumiyyətlə sosial mediadan məlumatınız var. Deyəcək ki, misal üçün yoxdur. Hə, sən uje bu sözləri deməlisən. Başa düşdünüz nə demək istəyirəm sizə? Müəllim nə dərs keçir? Müəllim bu dərsləri keçir və bu faydaları verir. Siz nə edirsiniz? Avtomatik olaraq bu necə? Səsi əgər açıqdır, problem deyil. Deməli bu nədir? Avtomatik olaraq siz 3 prinsipdən sonra loyalty dediyimiz məsələ var. Loyalty sadiqlikdir. Sabah birisi gün siz sosial media marketinq təlimini bitirdikdən sonra, inşallah xeyirlisi ilə, bitirdikdən sonra mən sizə bir təkliflər verirəm. Deyirəm ki, əgər siz sosial media marketinq təlimində deyəlim ki, vaxtınız olmadı və yaxud deyəlim ki, orada problem yaşadınız. Deyəlim ki, 3-4 dərs buraxdınız, gələ bilmədiniz. Mən sizin sadiqliyinizi tutmaq üçün deyirəm ki, siz növbəti qruplara da qoşula bilərsiniz, ödənişsiz bir şəkildə. Və yaxud bitirmisiniz, deyəlim ki, bitirdiniz. Məni tanıdınız, mənim dərs keçməyimi gördünüz. Daha sonra deyirəm ki, məndə sosial media marketinqdən əlavə AI təlimləri də var. Baxın, mən bu videoları, baxın dostlar, bu videoları gəlib göstərirəm, misal üçün bu videoları, məsələn, bunları falan. Gəlib mən süni intellektlə düzəldirəm. Süni intellektlə düzəldirəm. Siz də bu dərslərə qoşulmaq istəyirsiniz. Özü də mənim sosial media marketinq təlimlərimə qoşulan hər bir tələbələr üçün 50% endirim. Kim istəməz? Misal üçün deyirəm. İndi təbii ki, həvəsli olan insanlardan söhbət gedir. Nə etdim mən? Sizi gətirdim. Gəldim bir dənə də özümə ekstra olaraq marketinqdə də bir dənə də bir şey satdım. Ona görə bizim nə etməliyik? Avtomatik olaraq biz bilinirlik tanıtım mərhələsindən keçəcəyik. Birinci növbədə, daha sonra tanıtım mərhələsində baxın ATL kampaniyalar. Bunu təlimdə ekstra olaraq qoymuşam. Sadəcə bilməyiniz lazım ki, daha çox insana çatmaq üçün.
bir addım olaraq düşünə bilərsiniz. İkinci olaraq qiymətləndirmə, etibarı qazanmaq, consideration dediyimiz məsələdir. Yəni mən nə etdim? Sizi etibarınızı qazanmış oluram həmin qiymət aralığında qiymətləndirməyə keçirsiniz. Daha sonra aşağı düşürsüz, dönüşüm, conversion, satış qərarı verməkdir. Bunu siz artıq bitiş tarixinə keçmək, artıq belə deyim, son kampaniyadır, son 3 yerimizdir. Artıq o belə deyim, təşviq edəcək hərəkətlərdir bu consideration, yəni qərar vermə aşaması, satışın reallığını artırmaq. Və belə deyim, yüksək niyyət və həvəsləndirmə kimi paketlərimiz keçərlidir. Bunu artıq detallı oxuyarsınız. Mən prosta üstündən keçirəm bu dərslərin ki, məntiqini başa düşəsiniz, öz üzərimdən keçirəm və müştərini saxlamaq dostlar. Yəni bilirsiniz ki, yəqin ki, Starbucks-da zətdə keçən dərsdə örnəkləri vermişdim. Starbucks-da nə edirsiniz? Gedirsiniz kofenizdə adını yazır, şəklini çəkirsiniz və yaxud o şəkli çəkəndən sonra o user generate content edirsiniz. Sizə əvvəllər belə idi. Başqa firmalarda yadınızda bilmirəm görmüsüz ya yox. Siz onun nəyinisə paylaşanda sizə ödənişsiz bir kart verirdi. Ki, yəni siz mənim öz səhifənizdə paylaşmısınız, bizi etiketləyirsiniz, biz də sizin həmin o etiketinizi Starbucks-da paylaşırıq, misal üçün. Sizə bir dənə ödənişsiz kofe veririk. Məsələn. Bu nə edir? Avtomatik olaraq müştərini özündə saxlayır. Belə-belə təkliflər təbii ki, müştərilərinizə verə bilərsiniz. Bunlar artıq siz zamanla kontentlərə baxaraq, insanları analiz edərək görəcəksiniz ki, nə təkliflər verməlisiniz. Yolculuq dediyimiz məsələ tanıtımdır, seçimdir, dönüşümdür və sadiqlik prosesidir dostlar. Ona görə sizdən təklifim budur ki, siz öz huninizi növbəti dərslərimizdə təbii ki, bunları detallı olaraq görəcəksiniz. Nə aşamalardan keçirsə, biz istiqamətimizi ölçməyi və effektliyini bu hissədən görə bilirik. Ona görə mən indi hal-hazırda bu prosesi sizə təlim müddətində başa salacağam detallı olaraq. İndi sizə son bir yəni beynimizi freşlənmək üçün ən sevdiyiniz mənim sevdiyim prosesdir bu. Yəni gedib biraz videolara baxaq. Beynimiz biraz yanıb bilirəm. Biraz çox məlumatlar var. Fərqindəyəm. Bir dənə sizə şey göstərəcəm. YouTube-dan narın o vaxtı bilmirəm indi yaş aralıqlarınızı bilmirəm tam olaraq. İndi öyrənəcəm onu da bizim əməkdaşların ki, mənim bu dəqiqə hal-hazırdakı tələbələrim neçə yaşındadır. Avtomatik olaraq reklamlarımı ona görə güncəlləyəcəm. Mən indi bilmirəm. Hə, bunu yəqin ki görmüsüz. Bu bilmirəm kim görübsə bu videonu. İndi baxırıq, səs gəlir uşaqlar. Bir dənə deyin mənə. Gəlmir. Söv, okey, başa düşdüm. Narahat olmayın, fərqindəyəm. Bir dənə bunu bağlayıram, təzədən açıram. Hər kəs şoka düşəcək, smile atır. Ən pisi bilirsiniz nədir? Bunları biləndən sonra alıcı ola bilmirsiniz. Skype Park'ta var, Insta'da paylaşır. Yarım saat pulsuz əldə edin. Aha, cəlb etmə, müştəri sayət funnel deyirik. Qəşəng. Nərmin xanım, siz əvvəllər hardasa işləmisiniz? Bu məlumatlarınız qəşəngdir, bilirsiniz belə bir çox şeyləri. Müştəri sayəti funnel'la bağlı. Okey. Deməli, gəlin bir dənə bunun reklamına baxaq. Mən düzdür, nəyə görə bunu eləmişəm? Bunu göstərmişəm. Burada ilk 3G-nin çıxdığı vaxtdır. O vaxt 1 manata idi paketlər. Yəni balkondan baxsa görəcəkdi. Heç o qədər əziyyət çəkməyə ehtiyac yox idi, amma yəni 3G ilə reklamıdır. Bizim Azərbaycanın unikal reklamlarından biridir. Son dövrlərdə ümumiyyətlə çox qəşəng reklamlar çəkirlər. Mən çox bəyənirəm də. Onları da sizə bir-bir göstərirəm təbii ki.
Bu bizim reklamlarımızdan biridir. Nə ediblər? Reklam kampaniyası yaradıblar. Məntiqi budur ki, yeni simalar, yəni bu Nigarla Eldarın belə deyim, Eurovisionda udanda bir məşhurluqları gedirdi. Hamı bayram eləyirdi. Ona görə belə bir prosesi aparıblar. Yəni ünlülər üzərindən aparıblar. İndi isə sizə Fairy-nin, o Fairy ümumiyyətlə P&G-nin belə deyim, məşhur ürünlərindən biridir. Burada da məşhurlardan istifadə edirlər. Bizdə də Azərbaycanlı bir Bəhram var. Bəhramın İndi bura baxmağınızı istəyirəm. Bu problem solutiondur. Yəni problem həllini göstərərək insanlara satmaq. İndi Fairy-nin açığı mən ürününü bəyənirəm. Özüm belə qabza duyanda Fairy-ni seçirəm. Çünki həqiqətən də doğrudan da işə yarayır. Birdən bir dənə vurursunuz kaplini, tərtəmiz edir, yağını təmizləyir. Amma bunun keyfiyyətinə söz ola bilməz. Amma bunu görün necə qəşəng insanlara çatdırıblar. Azərbaycan ənənəsi ilə bir yerdə. Necə? Hə, o ola bilər, amma həqiqətən indi mən işlətmişəm. Çox belə maraqlıdır da, yəni çox qəşəng bir üründür. Yəni o birisilərə nisbətən çox fərq eləyir. Bu bizim Azərbaycana aid reklamlardır. Gəlin biraz xarici reklamlara baxaq, biraz təxəyyülümüz genişlənsin. İndi çox hamı bildiyim qədərilə xanımdır burada. İndi burada futbolla bağlıdır. Burada dünya çempionatı ilə bağlı göstərmək istəyirəm. Bir də çox vaxtınızı almaq istəmirəm. Bunlara ataram, siz özünüz baxarsınız. Mənim ən sevdiyim reklamlardan biri Volvo-nun reklamıdır. Bayaqları bir siz örnəklərdən birini göstərdiniz. Ən bəyəndiyim reklamlardan biridir. Çox da güvənverici bir mahnısı da var. Mahnı da çox önəmlidir təbii ki, şeylərdən, belə deyim, videolarda. Ona görə həmişə mahnı seçiminiz yaxşı olsun dostlar. Videolara mahnı qoyanda. Hə dostlar, bu indi sonlandırım, çox vaxtınızı almayım. Deməli, belə bir məsələdir. Bu dostlar, mən neçə vaxtı hələ təzə-təzə sonradan biraz təzə-təzə vaxtlarda bilmişəm ki, bu maşınlar sən demə arxa-arxaya gedirmiş. Bunlar sonradan baxanda xəbərim olub ki, bu maşınlar arxa-arxaya gedirmiş və bu Van Damme arxa-arxaya gedən maşının üstündə ikdə belə ayaqlarında qalıb. Yəni güvənli olduğu hər yöndən bəlli imiş, dinamikası falan. İnsanlara çox gözəl mesajını çatdırıb bu reklamda dostlar. Ona görə reklam nə qədər önəmli olduğunu sizə canlı-canlı göstərdim. Adamın Volvo alası gəlir. Bəli. Xə- Bəli, bəli. O da güvənlə bağlı bir şeydir. Onlar da var təbii ki. İndi mən prosta bəyəndiyim reklamı seçdim. E, yəni bu mənim üçün çox belə unikal bir reklamdır. Çox bəyəndiyim reklamlardır. Təbii ki, başqa-başqa reklamlar da var indi. Ona görə sizdən tələbim bəli, bəli. Bunu etsək hamı elə biləcək süni intellektlə düzəlib. Amma o vaxtı süni intellekt yox idi da. Neçə ilin videosu? 12 il əvvəlin videosu da. Daha da əvvəldir. Bu da yəqin indi qoyublar.
Ha, 127 milyon adam baxın. Belə dostlar, ə, dərsimiz bu qədərdir əslində. Güman edirəm ki, maraqlı keçib. Çünki növbəti dərsimiz artıq süni intellekt üzərindən olacaq və süni intellektlə artıq sosial medianın inteqrasiyasını keçəcəyik. Öncəliklə biz düzgün prompt yazmağa keçəcəyik növbəti dərsimizdə. Amma sizdən bir istəyim olacaq ki, bu baxdığınız tapşırıqlar elənəcək. Hər tapşırıq axırında var və əlavə olaraq sizdən bir şey istəyəcəm. Birinci, birinci olaraq sizdən 3 dənə bəyəndiyiniz reklam çarxları istəyəcəm. Baxın necə mən bəyənmişəm bunu. 3 dənə fərqli-fərqli firmalardan. Məsələn, siz bayaq dediniz Volvo-nun adam deyir, adam əzilmir, adam tam sağlam çıxır. Misal üçün onu qoyun öz bəyəndiyiniz videolardan. 3 dənə bəyəndiyiniz YouTube-dan markanın bir videosunu, reklam videosunu və Instagramda dostlar, Instagramda save eləməyi bilirsiniz də yəqin ki. Instagramda bir save hə. İstəyirsinizsə göstərə də bilərəm. Yenə də göstərim məsələn, örnək deyirəm. Gəlirəm ki, Reels'dan girmişik. Reels'da maraqlı bir şey çıxsın, görək nə çıxır. Hə. Məsələn, uzun konuşan AI videosu yap. Məsələn, mənə bir şey çıxdı. Gəlirəm buradan save düyməsini basıram. Buradan mənə collectionlar açılır. Bax, product, cloud, animation. Görürsüz nə qədər bax yığmışam özümə lazım olan hissələri. Produktlar üçün. Bir dənə sizdən tələbim olacaq ki, misal üçün deyirəm, restoran üçün bir kontent görmüsünüzsə, götürün onu save edin. İndi günlük rutininizdə səhər durdunuz yuxudan, gəzəndə birdən qabağınıza reklam çıxdı. İndi restoran üçün olmasın, başqa bir şey olsun. Maraqlıdırsa, bir dənə onu save eləyin, bir dənə yer açın. Restorana aiddirsə restorana aid, ürün produkta aiddirsə produkta aid. Bölün özünüz üçün belə ayrı-ayrı. Deyəcəksiniz ki, nə işimizə yarayacaq? Birincisi kontent tapmaqda, sabah birisi gün hansısa bir firmaya girdiyinizdə orada sizin köməyinizə çatacaq. Məsəl üçün ağ çiçəyimdə bizim tələbələr işləyir hal-hazırda. Onlar əvvəlcədən mən düz dərsin birinci dərsdən demişəm ki, başlayın kontentlər çıxanda yığın. İndi çiçək firmasında işləyirlər. Avtomatik olaraq o kontentləri yığmışdı. Deyirdi ki, müəllim, çox təşəkkür edirəm. Siz mənə demişdiniz ki, bunu eləyin. Mən də yığmışdım. Təsadüfən də ağ çiçəyimdə indi bu dəqiqə SMM-dir. Yəni belə. Ona görə sizdən tələbim özünüz üçün eləyəcəksiniz. Yəni xəbəriniz olsun. Mənim üçün eləmirsiniz. Ona görə özünüz üçün məşğul olun bunlar. Collection açırsınız, adını qoyursunuz burdan, kompüterdən, telefondan da olur. Qeyd edirsiniz ki, misal üçün restoran. Bunlarla bağlı kayd edirsiniz, avtomatik hər dəfə bunu kayd edəcəksiniz. Aydındır? Yəqin çətin olmaz da bu sizin üçün. Okey. Dərsi bitirirəm dostlar. Başqa sualınız var mənə? Suallarınızı verin, bitirək ondan sonra. Baxım görüm kimdir. Necə gedək tapşırıqları bu PD-də yazılı göndərin də. Yox, okey, onu eləyərik, problem deyil. Yazılı şəkildə. Yəni videomuzun axırına baxsaz görəcəksiniz dostlar. Narahat olmayın. Tapşırıq bölməsini bilməyənlər necə əlavə edim? Çox sual verirlər bu barədə. Leyla xanım bizim mentorumuzdur. O sizə məlumat verəcək. Leyla xanım, Zeynəb xanım onlar sizə məlumat verəcəklər. Tapşırıq bölümünə daxil olursunuz. Elcan Süleymanov misal üçün gəldiniz bura adını yazdınız. Misal üçün kimin adını yazın burada? Fidan Mahmudzadə. Okay. Gəldim bura Fidan Mahmudzadə. Create elədim. Baxın yaratdım Fidan Mahmudzadə. İçinə daxil oluram. Dərs 1. Dərs 1. Dərs 2 keçdi də misal üçün. Dərs 2. Dərs 2. Keçdi dərs 2-dən ümumi olaraq məlumatları nə tapşırıq vermişəmsə bunun içərisinə əlavə edirsiniz. Yaxşı dostlar. Kompüterlə belədir, telefonla da ki, day onu özünüz tapın. Onları daha göstərməyəcəm. Öyle basit suallara cavab vermə. Heç bir fərqi yoxdur Nərmin xanım. Əsas məsələ tapşırıqları bilməyim kifayət, görməyim kifayətdir ki, eləmisiniz. Eee, bəli, bəli. Aha. Belə deyim sizə, futbola baxacaqdım sizdən sonra. Hə, belə deyim sizə, yəni ürəyiniz istəsə süni intellektlə yarada bilərsiniz. Amma çox möhtəşəm verirmi? Yox. Mən məsləhət görərəm ki, Canva-da eləyəsiniz. Canva-dan içərisində CV var da, yəqin ki, bilərsiniz orada. Canva-da CV var. Amma süni intellektlə nə edə bilərsiniz? Oradakı yazıları var. Məsələn, bir dənə yazım CV.
Oradakı yazıları köməyə ala bilərsiniz ki, sizə məlumatları yaxşı versin. Onsuz da biz sizə başa salacağım CV hazırlamaq. Örnək atacağam, o örnək üzərindən gedər. Buyurun. Bir Canva girin. Canva'ya girin. Canva'da telefondan girin. Canva'dan həll eləyə bilərsiniz. Bəli. Bəli, hə, onu indi istəyirsiniz ki, məndə soğan olsun, nəqd olsundur. Qoy özümün almışam. E, yəni istəsəz özünüz bəli, bəli. Devam mən şablonu seçdim hal-hazırda. Seçdim şablon, ad, familiya, qrafik dizayn, nə işlə, sosial media marketinq. Bunu düzəldim, bunu adınızı yazın, şəklinizi qoyursunuzsa qoyun, telefon nömrəsi. Mən sizə öz CV-mi atacağam. O CV-mdən baxa bilərsiniz istəsəz və yaxud hər hansı bir tələbənin CV-sini ataram. Örnək olaraq oradan baxarsınız. Amma məndə 2 səhifədir. Siz çalışın ki, elə eləməyin də. Mən prosta xarici yazıda yollayıram ona görə elə olur. Yəni biraz genişdir məndə. İndi onu sizə zamanla öyrədərəm, narahat olmayın. Başqa? Bəli. Üçüncü, hər bir slaydın içərisində tapşırıqlar var. Bax, burada slaydın içərisində tapşırıqlar var idi. Bayaqlar göstərdim. Bunların hamısı atacağım onsuz da qrupa. Dərsdə də belə baxa bilərsiniz. Drive, Google-dan baxa bilərsiniz. YouTube-dan, pardon. YouTube-dan baxa bilərsiniz. Hər bir slaydın içərisində tapşırıq vardı. Bayaqlar göstərdim sizə, baxın. Misal üçün bunda. Bax. Tapşırıq, ev tapşırığı. Görürsüz, bax. Bunlar hamısı nədir? Sevdiyiniz bir brendi seçirsiniz. Burada da brend kimi düşünmək. Burada da eyni struktur. Deyəsən burada tapşırıq var idi. Yox, burada yox idi. Hə, persona da var idi. Personanız da var idi. Belə. Başqa? Təbii ki, təbii ki, YouTube-dan girib content bölümündən baxırsınız. Atacağam, narahat olmayın. Narahat olmayın. Yaxşı. Narahat olmayın o barədə. Məlumatlar mentordan eləyə bilərsiniz. Bəs üçüncü tapşırıq, okey, üçüncü tapşırıq məlumatını verdim. Başqa sual yoxdursa, kayıt üstünə basanda görünməlidir. Okey, başqa sual yoxdursa dostlar, vidalaşım sizlə. Təşəkkür edirəm dərsə qulaq asdığınız üçün. Əlavə suallarınız olanda mənə şəxsidən və yaxud necə? Buyurun, buyurun Nərmin xanım, xoşdur mənim. Təşəkkür edirəm bir daha. Sağ olun.